Yeni gün, yeni fürsətlər, yeni ümid deməkdir. Sabahınız xeyir olsun dəyərli izləyicilər. Bugün də NTV Səhər öz işinə artıq başladı. Çox maraqlı məlumatlarla yenə evlərinizin qonağıyıq. Dəyərli izləyicilər, bugün isə çox maraqlı, eyni zamanda hər birinizə tanış bir sima ilə proqramımıza təqdim, daha doğrusu proqramımıza aparacağıq. Belə ki, həm dəyərli dost, həm də dəyərli həmkar Yaqubla bir yerdəyik. İstərdim Yaqub da sizi salamlasın, ilə günə pozitiv enerjili başlamışıq. Buyur, Fəridə artıq təqdimatımı elədi. Sabahınız xeyir olsun dəyərli tamaşaçılar. Məhz NTV Səhər komandası olaraq bu dəfə mən də varam. Və bundan sonra, yəni bugündən sonra mütəmadi olaraq həftə ərzində bizi görmək imkanınız olacaq. Həm də deyim ki, mənim üçün böyük bir fasilə oldu. Əvvəllərdə günaydın olanda da iştirak edirdik. Bir sözlə maraqlı, rəngarəng bir səhər proqramı sizi gözləyir. Qarşıda nələr var, nələr yox. Biləcəksiniz. Bunları birazdan, yəni anonslardan öyrənəcəyik. Yaqub, istəyərdim bu məqamda biz ənənəyə sadiq qalaraq gəlir günün sualını elan eləyək. Bugünkü deməli sualımız belədir ki, dəyərli izləyicilər, daha çox bazarlardan yoxsa, ümumiyyətlə alış-verişi bazarlardan yoxsa marketlərdən eləyirsiniz. Əminəm ki, maraqlı fikirlər olacaq. Düşünürəm ki, bu günümüzdə daha çox marketləri üst tuturlar, amma yenə də fikirlər fərqli olar. Mən əkisini deyərdim, çünki ilin elə bir vaxtıdır ki, Naxçıvan bazarında bu dəqiqə o mövsümü tərəvəzlər, dağ pəncərləri hətta daha çox üstünlük təşkil edir. Ona görə mən düşünürəm ki, son vaxtlar insanların ən çox üst tutduğu yer elə bazardır. Həm də ən məsləhətli qiymətlər də mənə görə elə bazardadır. Hər bir halda mövzumuz belədir. Sosial şəbəkə hesablarımız var. Oradan yaza bilərsiniz. İstəsiniz şəxsidən də yaza bilərsiniz. Biz səsləndirəcəyik. Fikirləriniz çox maraqlıdır. İndi isə vaxt anonslarında. Gəllə nəzər salaq, ardınca isə biz buradayıq. NTV Səhər proqramında bugün mövsümü meyvə və tərəvəzlərin qiymətində son vəziyyəti araşdıracağıq. Bazarlarda məhsul bolluğu necədir? Təbiətin nadir neməti olan trüfel göbələk növünün faydalarından xəbərimiz var. Həmçinin əlillərin hüquqlarının qorunması mövzusu da diqqət mərkəzindədir. Sosial şəbəkələrdə geniş yayılan və narahatlıq doğuran gizli izləmə cihazları ilə bağlı təhlükələr də gündəm mövzusudur. Qrafiti sənətinin incəlikləri və daha çoxu NTV Səhərdə birazdan. Anonsları izlədik, dəyərli tamaşaçılar. Bir daha sabahınız xeyirli, gününüz uğurlu keçsin deyirik sizə. Əlbəttə ki, günün necə keçməsi bilavasitə hava şəraitindən asılıdır. Gəlin görək, bugün bizi necə bir hava şəraiti gözləyir. Təbii ki, bunu sizə Fəridə deyəcəyik. Bəli, dəyərli izləyicilər, deməli səhər saatlarında havanın temperaturu müsbət 12, müsbət 17 dərəcə aralığında dəyişəcək. Arabir kiçik yağış müşahidə olunacaq. Xüsusilə daha doğrusu şimal küləyi zəif əsəcək. Günorta saatlarında isə temperatur müsbət 18-21 dərəcəyə qədər yüksələcək. Hava əsasən parçalı bulutlu keçəcək. Yağıntı günorta saatlarında gözlənilir. Axşam saatlarına gəlincə isə havanın temperaturu 17-21 dərəcə aralığında olacaq. Hava bulutlu keçəcək, amma yağıntı ehtimalı yenə də var. Şimal küləyi zəif olacaq deyirik. Gecə saatlarına gəlincə isə 13-16 dərəcə isti gözlənilir. Kiçik yağış ehtimalı var. Hava rütubətli olacaq. Günün ümumi mənzərəsinə gəldikdə isə əsasən buludlu və arabir yağışlı hava şəraiti gözlənilir. Deməli, biz dünən də qeyd etdik, Yaqub, daha çox bu fəsillərdə günəş şüalarından qorunmaq mütləq şərtdir. Elə dünən də bu məlumatı vermişdim havadan sonra. Ultrabənövşəyi şüaların indeksi yüksək olduğu üçün tövsiyə olunur ki, günəşdən qoruyucu vasitələrdən də istifadə eləyək. Çünki günəş şüaları bilavasitə birbaşa dəriyə də təsir göstərir. İstənilən halda həm günəş şüaları hər gün hava bildirimi gəlir UV indeksinin yüksək olacağı ilə bağlı. Ona görə də nə etmək lazımdır? Özünüzü istənilən halda qorumaq lazımdır. Əsas o da hava şəraitindən asılı olmayaraq gününüz əhvalınız xoş keçsin. Səhər-səhər pozitivə köklənmək lazımdır ki, bu pozitivlik sizi gün içində aparsın və günün sonuna qədər nə qədər yorulsanız da, iş gününüz necə gərgin keçsə də havaya da baxıb zövq ala bilərsiniz.
gördüyünüz işin nəticəsinə də baxıb zövq ala biləsiniz, əlbəttə ki. Ümumiyyətlə, bəli, əhval-ruhiyyəmizin Yaqub daha yaxşı olması üçün, daha yaxşıya fokuslamaq üçün mütəxəssislər deyir ki, bir neçə vərdişlər var ki, onlardan davamlı olaraq demək olar ki, yerinə yetirməlisin. Hansıdır? Yaxşı yuxu saatı, ümumiyyətlə ekranlardan uzaq durmaq, daha çox dostlarla vaxt keçirmək, təbiət qoynuna çıxmaq. Bax, elə bütün bunların hamısı əhval-ruhiyyəmizə çox müsbət təsir göstərir. Belə bir araşdırma da vardı ki, biz bəzən düşünürük ki, ancaq yəni bizim yəni insanlar, bizim cəmiyyətdə insanlar stresli və yaxud da ki, negativ olur. Amma belə deyək, mütəxəssislər amma belə demir. Hətta ən böyük ölkələrdə belə, tutalım Böyük Britaniya, orada 4000-dən artıq adam demək olar ki, ruh sağlamlığına heç necə deyirlər, əhəmiyyət də vermir. Elə bunu nəzərə alaraq deyirlər ki, bax elə mənim bu sadaladığım vərdişləri gün ərzində istifadə etsək, müsbət təsir göstərər ruhiyyəmizə. Hər bir halda mən düşünürəm ki, bir insan ona nə yaxşı təsir edir, özü müəyyənləşdirməlidir və sırf onları eləməlidir. Çünki günün bəzən necə keçməyini özün planlaşdıra bilərsən. Amma gedişat bunu göstərməyə bilər, hər hansı bir hadisə baş. Bizim işimiz onsuz da gərgindir, bunu hər kəs bilir. Hər hansı bir xəbər bizim günümüzü ala bilər, hər hansı bir çəkiliş tam fərqli formata yönələ bilər və yaxud da ki, hadisələrdən heç kim sığortalamayıb. Amma istənilən halda, dostlar, yenə də sizin özünüzdən asılıdır bu məqam. Yəni, gününüz xoş keçsin, əhvalınız xoş olsun deyirik sizə və biz davam edirik. Bol informasiyalı bir səhər proqramı sizi gözləyir. Elə anonslarımızdan da biraz bundan qabaq izləmişdiniz demək olar ki. İndi isə biz rəsmi xəbərlərimizə başlayaq. Belə ki, gündəmə nəzər salaq. Yaqub, istəyirsənsə məlumatdan varsa sən başla. Rəsmi xəbərləri mən təqdim edeyim. Şirin bir xəbərimiz də var. Onu da birazdan təqdim edəcəyik. Buyur, o zaman rəsmi məlumatlarla başlayaq. İlk xəbərim belədir. Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu xəbəri sizin diqqətinizə çatdırmaq istəyirəm. Demək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və Kaja Kallasla görüşləri məmnunluqla xatırladığını qeyd edib ölkə başçısı. Onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmrəli müzakirələrin aparıldığını qeyd edib. Kaja Kallas Avropa İttifaqı Şurasının prezidenti Antonio Costanın salamlarını dövlətimizin başçısına çatdırıb. Bir sözlə yeni əməkdaşlıqlar və bu əməkdaşlıqların davamlılığının təmin olunması, inkişaf elətdirilməsi mövzusu əsas müzakirə olunan mövzu olub və dövlətimizin başçısı və Kaja Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri də həmin görüşdə müzakirə eləyiblər. Bir digər xəbəri də mən ardıcıl çatdırım. Demək, Prezident İlham Əliyev 19-cu Kaspian Agro Week və 31-ci Interfood Azərbaycan sərgiləri ilə tanış olub. Mayın 5-də olub, yəni ötən gün baş verən xəbər olduğu üçün indi diqqətinizə çatdırırıq. Demək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Expo mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgi və forumu, demək, Kaspian Agro Week və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi Interfood Azərbaycanla tanış olublar. Bildirilib ki, 45 ölkədən 447 şirkətin iştirak elədiyi sərgilərin coğrafiyası bu il daha da genişləndirilib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavyonlarla təmsil olunublar. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri də var. Ümumiyyətlə, maraqlananlar bu sərgilərlə bağlı geniş təfərrüatlı məlumatları video materiallarda da izləyə bilirlər. Amma istənilən halda mən qeyd edeyim ki, ölkəmiz son zamanlarda kifayət qədər böyük mədəni kütləvi tədbirlərə ev sahibliyi, xüsusən də WUF 13-ü göstərə bilərəm. Ümumdünya məhz şəhərsalma forumunun da Azərbaycanda keçirilməsi bilavasitə ölkəmizin artıq geniş miqyaslı beynəlxalq tədbirlərə necə gözəl ev sahibliyi etdiyinin də bir göstəricisidir. Fəridə, hər bir halda bu sözümü sən də təsdiqləyərsən. Əlbəttə, COP29-dan sonra demək olar ki, WUF-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında ümid varam ki, yəni buna əminik ki, yenə də beynəlxalq səviyyədə də ölkəmiz bu ev sahibliyi ilə öz sözünü demiş olacaq. Doğrudur. Doğrudur. Əslində o şirin informasiyanı sən verirsən, yoxsa mən verim? Yaxşı, sən ver. Sən ver. Növbəti informasiya məktəblilərlə bağlıdır. Daha doğrusu, yeni tədris ilindən övladı 1-ci sinifə qədəm qoyacaq valideynlərlə bağlıdır ki,
bugün, yəni saat 15-dən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Demək, məktəbə qəbul.edu.az portalı vasitəsilə aparılacaq qəbul prosesi, yəni indidən deyək, övladını qeydiyyat elətdirmək istəyənlər mütləq maraqlansınlar. Məktəbə qəbul.edu.az bu sayt vasitəsilə qeydiyyatdan keçirsiniz. Bu arada iyunun 5-i saat 11-ə qədər davam edəcək. Vaxt əslində biraz var, amma istənilən halda tələsməkdə də fayda var. Çünki istədiyiniz yerlər dola bilər. Bu arada onu da diqqətinizə çatdırım. Uşaqların birinci sinif elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbə hazırlıq qruplarından avtomatik olaraq birinci sinifə keçirilibdir. Diqqətə çatdırılır ki, birinci sinifə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Bu məlumatı da sizlə bölüşmüş oldum. Dəyərli izləyicilər, biz proqramımızla, məlumatlarımızla davam eləyəcəyik. İstərdim bu məqamda biz təkrar günün sualını xatırladaq. Siz alış-verişi daha çox hardan edirsiniz? Bazarlardan, yoxsa supermarketlərdən, böyük marketlərdən? Yəni, fərq etmir. Öz fikirlərinizi yazın. Yəni, mənim fikrim tamam başqa idi. Yaqubun yanaşması tamam başqa. Əminəm ki, sizin də bu barədə səmimi fikirləriniz var. Yazın, gəlsin. Biz də irəliyən dəqiqələrdə sizin şərhlərinizi əlbəttə ki, çatdıracağıq, oxuyacağıq. Varmı məlumat, yoxsa mən bir məlumat da deyəcəm? İstəyirsən mən bir məlumat deyim, sən davam elə. Biz az əvvəl VUF 13-dən danışdıq. Belə ki, nəinki paytaxt Bakıda, eyni zamanda bölgələrdə də bu deməli layihə ilə bağlı bir sıra tədbirlər, festivallar keçirilməkdədir ki, biz dünən də nümunə olaraq Qəbələdə keçirilən tədbirə misal çəkdik, daha doğrusu festivalı misal çəkdik. Bunun ardı olaraq deyə bilərik ki, may ayının 5-də günün birinci yarısında Şəki şəhərində startı verilən VUF 13 festivalı axşam saatlarında xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan parkın qarşısındakı meydanda ictimai proqramla deməli davam edib. Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin idarə müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri, sakinlər və şəhərin qonaqları iştirak ediblər. Deməli, proqramın gedişatına nəzər salsaq, əvvəldə VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi, tədbir proqramı haqqında geniş məlumat verib. Axşam proqramı çərçivəsində isə interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb. Xatırladaq ki, deməli bu çərçivədə VUF 13 çərçivəsində növbəti festivallar Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçiriləcək. Deməli, festivalla mayın 13-də Bakı şəhərində dənizkənarı bulvar ərazisində yerləşən Saat Gülləsi deməli meydanında yekun vurulacaq. Çox maraqlı şəkildə davam edir bu festival. Fərdən də qeyd etdiyi kimi ölkənin müxtəlif rayonlarında təmtəraqlı, maraqlı, rəngarəng keçirilir. Mənim növbəti xəbərim idman sevərlərlə bağlıdır. Daha dəqiq desək, futbol sevənlərlə bağlıdır. Axşam yəqin ki, gec saatlara qədər bu oyunu izləyib yatanlar hələ yeni oyanırlar yuxudan. İş vaxtının başlamasına çox az vaxt qalıb, onu da diqqətinizə çatdırım. Demək, UEFA Çempionlar Liqası... Sən bu xəbəri verirsənsə, futbol sevənlər elə ilişib qalacaq, sən də işə də gelişəcək. 100%, o da ola bilər. UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Dünən ilk oyun artıq gecə saatlarında baş tutub. Demək, İngiltərənin Arsenal klubu öz meydanında İspaniyanın Atletico Madrid komandası ilə qarşılaşıb, bunu qeyd edeyim. Görüş ev sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Arsenal klubu, yəni onların ləqəbi də var, topçular deyirlər onlara. Arsenal klubu çox uzun fasilədən sonra finala yüksələn komanda olub. 20 il, səhv eləmirəmsə, 20 illik bir fasilə var idi ki, onlar finala çıxa bilmirdilər. Demək, komandalar arasında Madriddə baş tutan ilk oyunda heç-heçə qeydə alınmışdı, yəni 1-1. İki oyun nəticəsinə əsasən Arsenal finala vəsiqə qazanan tərəf olub. Qeyd eləyək ki, bugün də çox maraqlı bir qarşılaşma var. Finalın demək olar ki, taleyini bəlkə də həll edə biləcək bir qarşılaşmadır. Digər cavab maçı Almaniyanın Bavariya komandası ilə Fransanın Paris Saint-Germain komandası arasındakı görüş, mən düşünürəm ki, bir final xarakterli bir görüş olacaqdır. Hər iki komanda çox güclüdür. Nəticələri əlbəttə ki, biz Çempionlar Liqasının finalında görəcəyik. Ümid edirəm ki, final gününün səhərsi burada efirdə mən olaram. Ona çox ümid edirəm. Yaxşı. Uğurlar arzulayırıq. Deməli, idman xəbəri ilə davam eləyək.
Yaqub. Qazaxıstanın paytaxtı Astanada judo üzrə böyük dəbilqə turniri keçiriləcək. Yarışda Azərbaycanın 7 çəki dərəcəsində 11 judoçu, 6-sı kişi, 5-ni qadın olmaqla mübarizə aparacaq. İdmançılara kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri Elxan Məmmədov və Slavka Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkin Ratvima rəhbərlik eləyəcəklər. Dünya judo turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı qüvvəsini sınayacaq. Bəli, hər birinizə uğurlar arzulayırıq. Bir xəbəri də əslində çatdırım. Bu Buyur, da çatdır. Türkiyə Super Liqasını və Türkiyə Kubokunu izləyən bizim bəzi azarkeşlər üçün maraqlı olacaqdır. Türkiyə Kubokunun yarı final oyunu keçirilib. Beşiktaş öz meydanında Konyasporu qəbul edib. 1-0 hesablı qələbə qazanan qonaqlar finala yüksəliblər. Yeganə qol çox tragedikdir. 98-ci dəqiqədə vurulubdur. Elə yaxşı deyiblər, hər saniyənin bir hökmü var. Digər finalçı isə mayın 13-də bəlli olacaq. Gənclər Birliyi və Trabzonspor komandaları qarşılaşacaq. Hər bir halda bütün komandalara uğurlar arzu edirik. Azarkeşlərə isə xoş bir ay gözləyir olarıq. Çünki bu ay demək olar ki, bütün çempionluqlar bəlli olacaq. Beləliklə. Deyirik və biz davam eləyəcəyik. Yaqub, indi isə vaxt anonslarında artıq. Gəl elə anonslara dəyərli izləyicilər, gəlin təkrar nəzər salaq, görək NTV Səhərdə bugünkü proqramımızda maraqlı hansı sujetləri, reportajları izləyəcəksiniz. İzləyək, ardınca isə biz buradayıq. NTV Səhəri proqramında bugün mövsümü meyvə və tərəvəzlərin qiymətində son vəziyyəti araşdıracağıq. Bazarlarda məhsul bolluğu necədir? Təbiətin nadir neməti olan trüfel göbələk növünün faydalarından xəbərimiz var. Həmçinin əlillərin hüquqlarının qorunması mövzusu da diqqət mərkəzindədir. Sosial şəbəkələrdə geniş yayılan və narahatlıq doğuran gizli izləmə cihazları ilə bağlı təhlükələr də gündəm mövzusudur. Qrafiti sənətinin incəlikləri və daha çoxu NTV Səhərdə birazdan. Anonslara nəzər saldıq. Əslində anonslar üçün münasibət də bildirmək lazımdır. Çünki bəzi sujetlər, bəzi materiallar var ki, doğrudan da çox maraqlıdırlar. Həmçinin qonaqlarımız ayrıca maraqlıdır. Birazdan onları görəcəksiniz. Mən xüsusən qeyd eləmək istəyirəm ki, birazdan təqdim edəcəyimiz sujetdə əsasən biz sualımızı təyin eləmişik. Günün sualı da belədir. Siz bazarlığınızı ən çox marketlərdən edirsiniz, yoxsa bazardan edirsiniz? Bununla bağlı fikirlərinizi yazın bizim sosial şəbəkə hesablarımıza. Əlbəttə ki, səsləndirəcəyik biz burada sizin üçün. Həmçinin bu günlərdə çox maraqlı bir konferans keçirildi. Konferansın demək olar ki, hər günkü gündəliyində özüm də bilavasitə iştirak elədiyimə görə mən bildirmək istəyirəm ki, qonağımızla çox təfərrüatlı və geniş bir söhbətimiz olacaq. Eyni zamanda trüfel bitkisindən bəhs etmək istəyirəm ki, Avropada və dünyada qiyməti çox bahalı olan bir bitkidir. Naxçıvanda ilin bu vədəsində tapılır. Duyğunun sujeti məncə çox maraqlı olacaq. Diqqətiniz bizdə olsun. Eyni zamanda sağlamlıq imkanları məhdud insanların hüququ necə qorunur? Bu mövzuya da toxunacaq. Proqramımızın gedişatı davamı ərzində dostlar və mənim çox sevdiyim bir sənət var. O sənətdən əks olunan bir sujetimizdə olacaqdır, qrafiti sənəti. Yəni, bugün dünyada əslində küçə sənəti, bilirsən, çox məşhurdur. Əlbəttə. Hətta küçədə ifa edən musiqiçilər var. Onların bir çoxu sonradan məşhurlaşıblar. Məsələn, Aleksandr Rybak var idi. FRT mahnısına. Məsələn, o adam aşağı pillədən yuxarı pilləyə qədər gəlmişdi. Yox, Türkiyədə bir məşhur müğənni var idi, bir mahnısı ilə gündəm oldu. Məsələn, o da küçədən səhnəyə gəlmişdi. Yəni, bugün mədəniyyətin bir alt qatı kimi hesab olunan həmin o küçə sənəti yaşadılır dünyanın fərqli yerlərində. Düzdür, bu sənət bizdə yoxdur, amma istənilən halda mövzu qrafiti sənəti olacaq. Ən sonuncu təqdim edəcəyimiz sujet məhz bundan bəhs edir. Ona görə də diqqətiniz bizdə olsun.
dəqiqlikləri, incəlikləri və ətraflı nələri var, bu sənət haqqında da məlumat almış olacaqsınız. Məlumatlarımız əlbəttə ki, var. Fəridə sözü sənə vermə, çox danışmayacaqsın. İcazə ilə mən rəyləri səsləndirim. Artıq ilkin dəqiqələrdən etibarən tamaşaçılarımız bizi izləyir və öz fikirlərini yazıb. Deməli, bizə salam göndərənlər var. Yaqub, gəllə birinci onların salamını qarşılayaq. Deməli, sabahınız xeyir olsun dostlar. Hər şey yaxşı gedir. Mən çox bəyəndim. Yaqubu da təkrar Naxçıvan televiziyasının efirində görmək hər birimiz üçün xoş oldu. Uğur arzulayırıq sizə. Təşəkkür edirəm. Minnətdarıq. Təşəkkürlər. Deməli, digər bir izləyicimiz də bizi salamlayır. Günün sualına belə bir cavab vermək istərdim. Mən daha çox Fəridə xanım, sizin dediyiniz kimi marketlərdən alış-veriş edirəm. Buna səbəb isə vaxtımın olmamasıdır. Gündüz saatlarında demək olar ki, işdə olduğum üçün artıq evə axşam saatlarında gəlirəm və mənim üçün əl çatan və ən yaxın vasitə ilə marketlər olur. Qiymətlərə gəlincə isə heç açığı müqayisə də eləməmişəm, çünki ona da vaxtım olmur deyə bildirib. Digər bir izləyici isə yazıb ki, mən 57 bazarına daha yaxın qalıram. Yəni, mənim üçün bazardan alış-veriş etmək daha yaxşıdır. Qiymətləri həm münasibdir, həm də ki, bazarda çeşid çoxdur. Təbii məhsulları elə mən 57 bazarından alıram. Bax, Yaqub, səndən də razılaşan var məndən də. Tək orada yox, Naxçıvanın müxtəlif yerlərində bazarlar var. Bəli, oraya yaxın qaldığı üçün hər halda onu qeyd edirəm. Və eyni ilə qeyd eləmək istəyirəm ki, ilin bu vaxtında ən aktualı, ən gözəli yaz nemətləridir Naxçıvan dağlarının ki, onlar da ən başda baha qiyməti olur, sonradan yavaş-yavaş qiymətləri enir və hal-hazırda qiymətləri enmək üzrədir. Yəni, alıb yararlana bilərsiniz, çox da dadlı olurlar. Yəni, məncə hər fəslin özünə uyğun yeməyini yemək daha faydalı olmalıdır. Həmçinin bazar və marketlər arasında qiymət fərqi əlbəttə ki var. Olmalıdır da əslində. Olmalıdır deməyək, çünki o da bazardan alır, gətirir, nəticə etibarilə orada satır. Yəni, istənilən halda yaz nemətini hal-hazırda böyük marketlərdə görə bilmirik. Məsələn, qazayağıdır, cacıqdır və digərlərinin adlarını çəkə bilərəm ki, həmin marketlərdə görmək olmur. Ona görə də məcbursunuz bazara getməyə. Yəni, bunun başqa variantı yoxdur. Bazara gedib onlardan almaq lazımdır. Amma hər kəs də bazara getmədiyi üçün, yəni şəxsən mən bazara çox, gec-gec gedərəm. Yəni, ən son nə vaxt getmişəm, heç onu da xatırlamıram. Bazara çox az gedərəm. Amma sənin sözünə qüvvət, bəzi təbii məhsullar var ki, elə onları bazardan almaq daha yaxşıdır. Yenə də fikirlər fərqlidir, yanaşmalar fərqlidir. Siz də yazın, gəlsin, biz səsləndirəcəyik sizin rəylərinizi. Bir də hər həftə sonu onu da qeyd edeyim. Yəni, bazarlardan danışırıqsa, Naxçıvanın özünün, belə deyim, zəhmətkeş insanları özləri öz məhsullarının satışını təşkil edirlər. Mən xüsusilə qeyd eləmək istəyirəm ki, həftə sonları daha çox yaşlı, ailənin yaşlı üzvləri ya torbalarını, ya o təkərli arabaları var, onu darta-darta bazara gedirlər və bütün məhsullardan alıb gətirirlər. Hər bir halda köhnə ənənə mənə görə ən müasirdən yaxşıdır. Özüm də bəzən geç saatlardan işdən çıxdığıma görə məcbur böyük supermarketlərə gedirəm. Amma qiymət fərqini hiss eləmək olur da. Bəli, qiymət fərqini hiss eləmək olur. Elə bu məqamda axşam saatları dedin, hətta bəzən axşam bazarı da olur. Gecə bazarı. Bəli, gecə bazarı da olur ki, bizdə düzdür, bu davamlı olmur, yəni müəyyən bir müddət ərzində olur. Elə bu müddət ərzində də siz də bazar məhsullarından baxın, elə geç saatlarında evə gedirsinizsə, gecə bazarından faydalana bilərsiniz. Ya da sifariş eləyin, gətirsinlər. Amma marketlərdə yenə də bahadır. Yaxşı, fikirlərinizi yazın sizdə. Yazın fikirləri səsləndirək. Yəni, mövzunun buradan yaranmağı əslində həm də onu göstərir ki, mövsümü ən yaxşı şəkildə dəyərləndirmək lazımdır. Bugün həm də son illərin ən bol ilini yaşayırıq, mən deyərdim ki, suyun bol olmağı hər şeyin nəticəsində dəyişib. Yəni, əvvəllər Naxçıvanda bir-iki yerdə layləlik olurdu, insanlar şəkil çəkdirmək üçün gedirdilər. İndi demək olar, bütün dağların qoyunu laylə açıb. Bütün dağların ən gözəl Nəhəcirdə, Sirabda, Ordubadda ən çox şəkil çəkdirilən yerləri deyirəm. Əshab-ı ziyarətgahına gedən yolda. Yəni, bu il suyun bol olmağı həm də təbiətin zənginliyindən xəbər verir və qiymətlər də daha da ucuzlaşır. Yəni, məhsul çeşidi çox olduqca qiymətlər məcbur aşağı düşür. Amma istənilən halda hər yer gözəldir, təbiət də gözəldir, bugün yağış da yağacaq. Məncə, bunu dəyərləndirmək lazımdır, Fəridə. Deməli, biz xəbərlərimizlə Yaqub davam edək. Az sonra təbii ki, sözü gedən günün sualı barəsində bizim sujetimiz də olacaq ki, onu da təqdim eləyəcəyik və
Mədəniyyət xəbərimizlə davam eləyək. May ayının 5-də ötən gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti 2040 konsepsiyasının icrası çərçivəsində incəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması, yarım bəndinin həyata keçirilməsi məqsədi ilə yaradılmış komissiyanın ilk icrası, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısı keçirilib. İclasda Mədəniyyət Naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu, müvafiq ali təhsil ocaqlarının yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, Nazirliyin tabi qurumlarının rəhbərləri iştirak ediblər. Mədəniyyət Naziri Adil Kərimli çıxışda dövlət proqramının əhəmiyyətindən və qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, iqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda yaradıcılığın inkişafı və yaradıcı məhsulların təşviqi və bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdən biridir deyə öz çıxışında bunu bildirib. Mən bir digər xəbərə çatdırmaq istəyirəm. Gün içində ən çox yazışdığımız, ən çox istifadə etdiyimiz WhatsApp tətbiqindən söhbət gedir. Son zamanlarda çox yenilənmə alıb WhatsApp tətbiqi. Hətta indi elə bir hala gəlib ki, Meta üzərindən, yaxud da ki, Meta üzərindən olmadan WhatsApp-da reklam belə yerləşdirmək olur ki, kütlənin qarşısına çıxsın. Bugün hansısa hekayəyə baxdığınız yerdə kimisə fərqli reklamı da qarşınıza çıxa bilər. Yəni, bunlar da artıq mümkündür. Amma 2022-ci ildə, bəli, 2022-ci ildə WhatsApp-da bir funksiya gəlmişdi, avatarlar. İnsanların avatarları yaradılırdı. Yəni, onda süni intellekt bu qədər inkişaf eləməmişdi. Amma istənilən halda sənin görüntünə özəl olaraq avatar formalaşdırırdı və profil şəklini avatarlarla eləyə bilirdin. Yaxud da ki, sevincini, gülüşünü, yaxud da reaksiyanı öz avatarınla ifadə edə bilirdin. Artıq o funksiya olmayacaq. Olmayacaq. Çünki WhatsApp bu funksiyanı mərhələli şəkildə ləğv etməyi qərarlaşdırıb. Niyəsini demirlər. Elə onu deyəcəkdim. Əgər ləğv olacaqdısa, niyə var idi? Ola bilər ki, yeni fikirlər formalaşıbdır. Ola da bilər, əvəz edə bilər. Demək, ilk olaraq avatarların redaktəsi deaktivə ediləcək. Yəni, öz avatarının üstünə əlavə edə bilməyəsən. Məsələn, sən eynək taxırsansa, avatarında eynəyi sonradan əlavə edə bilməyəcəksən. Yəni, bu artıq var idi. Sonra isə funksiya tamamilə tətbiqdən çıxarılacaq. Artıq bəzi istifadəçilər bununla bağlı bildirişlər də alıblar. Demək, Meta Platforms şirkətinin prioritetlərində dəyişikliklə əlaqələndirilir bu. Niyəsini belə deyiblər. Bir vaxtlar Metaverse strategiyasının bir hissəsi kimi təqdim olunan avatarlar indi əvvəlki əhəmiyyətini itirib. Ona görə deyirlər. Qeyd eləyək ki, avatarlar 2022-ci ilin sonlarında istifadəyə verilmişdi. Funksiya silinsə də istifadəçilərin profil şəkilləri əvvəlki kimi qalacaq. Yəni, öz orijinal şəklini paylaşmağın yerinə, niyə avatarını yerləşdirəsən ki? Bəlkə də artıq cəmaata da o qədər maraqlı gəlmir deyə hansısa bir yeniliklə əvəz edəcəklər. İndi daha fərqli olub deyə düşünürəm. Çünki avatarlar sadəcə yüngül hərəkətlər edə bilirdi. Ya əlini belə edirdi, ya gözündən ürək çıxırdı, bir də geri qayıdırdı. Amma indi onların hamısını süni intellekt əvəzləyə bilir. İnsanlar nə istəyirlər? Süni intellektdə düzgün prompt yazmaqla artıq insanlar özlərini hərəkət elətdirə bilirlər. Yəni biz burada bəlkə də süni intellekti xəbərimiz yoxdur. Yəni süni intellekt bizi vizual olaraq belə göstərə bilər. Yəni burada bizim əvəzimizə süni intellekt də danışa bilər. Yəni o qədər canlı, təbii göstərir. Hələ ki çox uzun bir prosesdir. Yəni bizim proqramımızı əhatə edən o 1 saat yarımlıq vaxtı əmələ gətirmək üçün rahat bir 4-5 gün lazımdır. Amma hal-hazırda biz buradayıq, canlı-canlı sizin efir görüşünüzə gəlmişik. Bəli. Deyirik və biz artıq, Yaqub, vaxta baxıram, sujetimizin zamanıdır. Bəli, sujetimizi təqdim eləməyin zamanıdır. Sujetimiz mövsümün meyvə və tərəvəzlərin qiymətindən bəhs eləyir. Dilarə hazırlayıb. Dilarənin sujetini gəlin də bir izləyək. Ondan sonra onsuz da sujet əsasında bir bazı da özümüz danışacağıq. Və gördüyümüz kimi yazın gəlişi təkcə təbiəti rəngləndirmir, həm də piştaxtalarda da özünü göstərir. Artıq meyvə-tərəvəz bazarında piştaxtaları yazın rəngli, fərqli meyvə-tərəvəzləri bəzəyir. Bəs gəlin alıcılardan və satıcılardan soruşaq görək. Onlar bu qiymətlərdən və satışdan razıdırlarmı? Bu dəfədə gələn yaz meyvələrindən bəzənmiş bir piştaxtanın önündəyik. Bəs gəlin soruşaq görək, bu meyvələrə tələbat varmı? Var da, var. Belə deyək ki, qiymətlər bəs necə dəyişir, alıcılar razıdır? Qiymətlər təzə çıxdığına görə biraz bahadır, amma endirim eləyirik, satılır. Neçədir yəni?
Çiyələrin qabı 4 manatdır, kilosu 7 manatdır. Bir qabın içində nə qədər çiyələk olur? Yəni Kilodan çoxdur. yarım kilosu 4 manat. Hə, deyirlər ki, aşağı eləyin də biraz qiymətdə. Aşağı eləyirik, veririk, gedir. Bəs alçalar Alçalar təzə çıxıbdır, yerli alçalardır. Bunlar 10 manatdır. Yenibdir qiymətlər alçalar. 20 manatdan düşüb 10 manata. 20 manat idi əvvəl. Yerli məhsuldur yoxsa xarici bazarda? Hamısı yerli məhsuldur bizdə olanlar. Onlar bəs nədir? Bunlar kirişdir, o cacıqdır. Mələçöydür, çaşırdır, qabaqlar. Nədə istifadə olunur bunlar? Bundan kəsə eləyirlər, onu pencərdir, qovurub yeyirlər, belə. Bu deyək ki, bura düzülən məhsullardan ən çox nəyə tələbat? Ən çox cacığa, pencərlərə. Bəs ən baha olan hansıdır? Ən baha olan göycədir. İndi vaxt irəlilədikcə, yəni havalar isindikcə bunların qiyməti düşür yoxsa? Göycək ki, bəli, düşür. Hər gün düşür, bugünkü gün hər gün düşür. Bu tərəfdə də dağ məhsullarıdır. Bunlar Şahbuzdan gəlir, Keçili kəndindən, Ləkətağdan, Bəhmətdən, göbələkdir. Hə, bunlar göbələk deyirlər, çox qəşəng göbələkdir. Bu da göbələyin bir növüdür. El arasında dombalan deyirlər. Bu da çox xeyirli, indi bu il ilidir. Hələ təzə-təzə çıxır da, amma çox xeyirli, məsləhətli bir şeydir. Yəni bu il inşallah ki, istilər düşdükcə daha böyüyəcəklər, daha qəşəng olacaq. Şəkərəcədə çox xeyirli bir şeydir. Bəs bir şey soruşum, bunlar nədir bu tərəfdə? Bunlar da qulançardır, mələsöğüt deyirlər, qulançar deyirlər. Bunlar da Götürün qəşəng baxın. bir şeydir. Hə, götürün bax. Nəyə yarayır bəs? O da xeyirli bir şeydir. Bu da mədə bağırsağıca çox qəşəngdir. Onun da təbiidir də, arazın qırağında. O da uçqundur. Çox gözəl bir şeydir, uçqundur. Bunun da Bunun da soyuq yəni deyil, sezonu tuşu. olur yəni. Hə, bu bir aylıqdır. Bu bir aydan sonra olmayacaq. Nəyə yarayır yəni, nəyə fayda? Bu da tuşma, bunun da təzyiq üçündür. Əsas təzyiqə şəkərdən yanadır. Tuşməcə bir şeydir də. Daha çox belə deyək ki, xəstəliklərin Çox xəstəliklərə deyirlər xeyirdir, hə, dərmandır. Çox qəşəng çaşırlarımız var. Bax yerli çaşırın daha çox üstünlük verirlər. Bəs yaxşı, bu qədər faydası olan bitkilər belə deyək, qiymətlər hansı aralıqda dəyişir? Məsələn, bu neçədir? Yenir qiyim. O 2 manatdır onun dəstəsi 2 manatdır. Bir də yerli çaşırımız olur, bax belə, bu da çox qəşəngdir, acı olur, məsləhətlidir. Turşusunu qoya bilərsən, qaynadıb belə penis çörəyindən istifadə edə Bayaq bilərsən. dediniz ki, bu çox dərdə dərmandır. Bəs bunun qiyməti neçədir? Bahadırmı yoxsa ucuzdur? Onun kilosu indi hal-hazırda 30 manatdır, amma yenəcəkdir. İstilər çıxdıqca o çoxalır, qiymət düşür. İndi biraz belə deyək ki, başqa məhsullara baxmış qiyməti bahadır, az da olsa. İndi 30 manatdır kilosu. Bəs tələbat var, gəlib alırlar. Lap həyli o qədər tələbat yoxdur, amma alan olur da. Kimin ehtiyacı varsa. Kimin ehtiyacı varsa, ay soğun, həylə alır. Qəşəng cacıq olur, bax indi təzə keçildən gəlib, gözəl cacıq olur. Məsləhətli cacıqlarımız olur, kiriş olur. Bunların qiymətləri indi bu dəqiqə yenib, bolluqdur. Bax kiriş 1 manatdır, cacıq 2 manatdır. Yəni sezonudur deyənə qiymətlər yenibdir. Çoxdur deyənə yenib. Biz də sizə bol müştəri arzu edirik. Çox sağ olun. Xanım, təşəkkürlər. Sağ olun. Çeyrək almısınız deyəsən sizdə, razısınız qiymətlərdən? Münasibdir. Fəsil üçün münasib qiymət. Neçədir məsələn bu əlinizdə? Kilosu 7 manat. Yarım kilo aldım. Yox, yarım kilo deyil. 3 manatlıq aldım. Dəvəm üçün aldım. Hələ bizdə siftə deyirlər. Siftə eləsin, dadına baxsın, dalı inşallah gedər. Baha deyil sizcə? Məncə yox. Məncə yox. Çiyələyimiz yerlidir, göycəmiz yerlidir, şəhərurdan gəlir, super göycələrdir. Bildim ki, daha çox bazarda yerli meyvələrdir, meyvə tərəvəzlərdir. Bəs xaricdən nələr gəlir hansı? Xaricdən belə də bu portağaldır, belə banandır, həylə şeylərdir. Amma indi daha çox yerli məhsula tələbat var. Amma biraz azca qiymətlər bahadır da, yəni biraz. İndi bu təzə çıxan meyvələr. Belə də münasibdir də, baha demək münasibdir. Yaxşı, onda bu münasib meyvələrimizin qiyməti neçədir? Məsələn, bu qutuda nə qədər olur? Kutuda olur, bu yarım kilo olur, 5 manat edir beləsə. Hə, 10 manat arasında dəyişir. Çiyələklərimiz yenə 2 manata var, bax belə qablarda 4 manata var, 3 manatlığı var. Yəni çox sevirlərsə gəlib ala bilərlər. Hə, əlbəttə ki, bu dəqiqə yəni məsləhət görürəm ki, indi sezonudur. Belə meyvələrdən qidalansınlar. Yəni təbii. Vitamin var da ona görə. Əlbəttə ki, göycə çox qanı duruldur, çox məsləhətli bir şeydir. Göycədən istifadə etməyinə dəyər. Hələ yay gəlməmiş olsa belə, artıq bazarda qarpız yemiş də özünü göstərir. Bəs gəlin görək qiymət aralığı necə dəyişir? Qiymət aralığı deyəndə ki, qarpız soruşsuz yemişik. İkisində.
Bunlar yerli məhsullar deyirlər. Yəni İrandan gəlir. Hal-hazırda bilirsiniz ki, bu dəqiqə Naxçıvanda yetişmirdilər. Qarpız 2 manat 50 qəpikdir satışır. Yemişdə 3 manatdır. Bəs belə demək, tələbat olduğu üçün İrandan gətirilir yoxsa? Tələbat olduğu elə də güclü tələbat yoxdur. Yayda kimi gündə 1 ton, 2 ton satılır. Gündə 3 dənə, 5 dənə belə satılır da. Məsələn, bir balacasını bir götürək görək neçə manat olar? Götürək balacasını deyəndə belə heç tərəziyə qoymaq ehtiyac yoxdur. Balacası gəlir bir 3 kilo, 2 kilo yarım, 4 kilo. Mövsümə uyğun çiyələk, bir də göycə. Qiymətlər sizcə necədir, razısınız? Münasibdir baxanda. Qış Nədən aldınız mövsümü indi? hər ikisindən. Uşağa görə hər ikisindən alırıq. Çünki görür, istəyir. Bəs qiymətlər hansı aralıqda deyil? Qiymətlər çox münasibdir. 1.50, 1.50, 2 manat, cacıq 2.50-dir, 2 olar. Siz indi satıcı olaraq deyirsiniz ki, qiymətlər münasibdir. Gəlin bir alıcımızdan da soruşaq görək hələ. O da razıdırmı qiymətlərdən? Salam. Sağ ol. Məhsulların qiymətdən razısınız yoxsa sizcə bahadır? Yox, çox yaxşıdır. Cacıq əvvəl çox baha idi. İndi elə normal qiymət olur. Deməli, yerli bazardakı qiymətlərdən və satışdan həm alıcılar, həm də satıcılar razıdır. Bəli, biz sujetimizə nəzər saldıq. Ümumiyyətlə, bazarda mövsümü meyvələrə tələbatdan danışdıq. Hansı meyvələr daha çox bu il məhsul olaraq bol olacaq? Bu kimi sualları elə Dilarə bazarda satıcılardan cavabını aldı deyirik və biz qonağımızla davam edirik söhbətimizə. Studiyamızın mövzusu var. Belə ki, Türkiyədən və Gürcüstandan, Yaqub bildiyimiz kimi Naxçıvana din xadimləri gəlmişdilər ki, yəni onların gəlişinin də məqsədi var. Ətraflı danışacağıq bu barədə. Təbii ki, danışacağıq. Mövzu belədir. Zəngəzur yolu tarixin izi ilə konfransından bəhs edəcəyik dostlar. Çünki bu konfrans doğrudan da möhtəşəm bir konfrans idi. Hansı ki, konfransın əhəmiyyəti çox möhtəşəm idi. Vəhdət əsas ön planda duran məsələlərdən biri idi. Azərbaycanın həm Gürcüstanda yaşayan soydaşlarımız, həm Türkiyədə yaşayan Azərbaycanlılar olsun ki, onların bir-birinə birləşməsi, təkcə Azərbaycanlılar yox, fərqli təriqətlərin bir araya gəlməsi və vəhdətin təşkili Naxçıvanda bu konfransın əsas, önəmli, əhəmiyyətli hissələrini təşkil edirdi və bugün bizim çox dəyərli bir qonağımız var. Naxçıvan Muxtar Respublikasının qazısı Əli Orucov buradadır. Sabahınız xeyir olsun. Xoş gördük, sabahınız xeyir olsun. Sabah, Bismillahirrahmanirrahim. Rəhman və rəhim olan Allahın adı ilə başlamaq istəyirəm. Mən də sizi salamlayıram, bizi izləyən tamaşaçılarımızı salamlayıram və təşəkkürümüzü bildiririk ki, bizi belə bir verişə çağırdığınız üçün. Deməli, Əli müəllim, Yaqub sən istəyirdin. Mən əslində sualımı ünvanlamaq istəyirdim. Bütün tədbirin gedişatı boyu mən də orada oldum və Naxçıvanda kifayət qədər dini mədəni abidələrimiz var bizim. Həm dini mədəni abidələrin ziyarət olunması ön plandaydı. Həm Naxçıvanın təbiətinə heyran olmuşlar, böyük əksəriyyəti ilk dəfə idi, gəlirdi. Həmin konfransın mahiyyətini istəyirəm həm də sizdən dinləyək. Qeyd etmək istəyirəm ki, Zəngəzur yolu bir coğrafi məkan deyil. Zəngəzur yolu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dini dəyərlərin qovuşduğu bir yoldur. Və may ayının 4-də Azərbaycan Respublikası Dini Qurumlar İşi üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun bircə təşkilatçılığı ilə Muxtar Respublikamızda möhtəşəm bir konfrans təşkil olundu. Bu konfrans Zəngəzur yolu tarixin adı, izi adlı böyük bir konfrans oldu. İlk dəfə idi ki, belə bir konfransın burada keçirilməsi və bu da təsadüfi deyil. Çünki Zəngəzur yoluna aparan məkan Naxçıvan idi. Muxtar Respublikamız idi və qeyd edim ki, müxtəlif 3 dövlətlərin iştirakı oldu burada. Bizim Azərbaycanın digər bölgələrində olan din xadimlərimiz, eyni zamanda qonşu ölkəmiz olan Gürcüstan Respublikasından soydaşlarımız, din xadimlərimiz burada oldu. Türkiyə Respublikasından olan soydaşlarımız, din xadimlərimiz burada oldu. Və orada elm, dövlətin nümayəndələri, elm və din xadimlərinin iştirakı oldu. Orada bir nüans mənim diqqətimi çəkdi. Mən özüm də Qərbi Azərbaycanlıyam. O torpaqlardanam. Orada hər kəs sözünə başlayanda, çıxış eləyəndə dedi, Bismillahirrahmanirrahim, mən Qərbi Azərbaycanlıyam. Mən Dərələzdiyəm, mən İrəvanlıyam
mən Zəngibasardanam. Baxdım ki, orada hamı bir yerdə idi. Zəngəzur yolu bir fiziki, iqtisadi bir yol deyil. Ora mənəvi bir yol idi. Biz həmin tədbirdə cismən oradaydıq. Yəni siz özünüz də oradaydınız. Biz ruhən o torpaqlardaydıq. Bəli. Adətən biz belə konferansların iqtisadi, siyasi, eyni zamanda turizm sahələrdə keçirildiyinin şahidi oluruq. Bu kimi mövzuda onların gəlişinin deməli məqsədləri baxımından bu konferansın da keçirilməsi həqiqətən də diqqət mərkəzində oldu. Baxın elə Əli müəllim, siz sadaladınız bir sıra əsas nüansları. Bu konfransı digərlərindən fərqləndirən əsas xüsusiyyətləri də bir nəzər salaq. Nə idi əsas xüsusiyyətləri? Əsas xüsusiyyətlərimizdən biri mənəvi dəyərlərimizin qorunması idi. Burada bir də vəhdətin təşkil olunması idi. Biz həmin günü yox, may ayının 3-də din xadimləri ilə birgə Muxtar Respublikamızda Naxçıvan şəhərimizdə daha doğrusu yerləşən Kazım Qarabəkir Paşa məscidində Kars müftüsünün imamlığı ilə məhzəbindən asılı olmayaraq vəhdət namazı qıldıq. Eyni zamanda axşam Ulu Öndərin adına inşa olunmuş Qafqazın ən böyük məscidlərindən biri olan Heydər məscidində Şeyxülislam Həzrətlərinin mavini İrəvan qazısı Hacı Bəxtiyar Nəcəbov tərəfinin imamlığı ilə biz orada da vəhdət namazı təşkil etdik və vəhdət duası oxuduq biz. Və sonda bir çıxış etdim, dedim ki, Allah-u Teala günə-gün olsun, Cənab Prezidentimizin siyasətin nəticəsində biz bu yola addım qoyduq. İnşallah yaxın bir zamanda biz hamılıqla bir yerdə göy məsciddə vəhdət namazı qılarıq. Allah nəsib edəsin inşallah. Və doğrudan da, yəni bizim özümüz də çox orada din xadimləri ilə ünsiyyətdə olduq, müsahibələr aldıq. Eyni ilə siz bilirəm ki, bu bir neçə gündə daha çox birgə zaman keçirdiniz. Naxçıvana ilk dəfə gələnlər var idi. Naxçıvana ikinci, üçüncü gəlişi olanlar var idi ki, onlarla biz ünsiyyətdə Naxçıvanın həm dini, mədəni abidələrindən bəhs edirdik, həm Naxçıvanın ümumiyyətlə təbiətindən bəhs edirdik. Naxçıvana ilk gələnlərin təəssüratları necə idi Əli müəllim? Çünki bilirəm, burada onsuz da Azərbaycan dinlərin birləşdiyi bir ölkədir, təriqətlərin birləşdiyi bir ölkədir. Tarixəndəli etnik qrupların burada məskən saldığı bir ölkədir. O tolerantlıq bizim ölkəmizdə onsuz da var idi. Əzəldən bəli tolerantlıq. Əzəldən var idi və bu həm də bir dünyaya mesajıdır. Bu birlik, bir vəhdət, həm də Zəngəzur yolu üzərindən bir dünyaya mesajıdır. İlk dəfə gələnlərin təəssüratları necə idi? Məhz elə konferansın ön plana çıxartdığı məsələ bu idi. Yəni vəhdətin və burada dəyərlərin ön plana çıxartdığı konferans və belə bir konferansın Muxtar Respublikamızda keçirilməsi, Zəngəzur yolu adlı bir konferansın keçirilməsi mənəviyyatın qabarması deməkdir. Yəni insanlar orada təzə gələnlər, hamısı ilk dəfə Muxtar Respublikamızda olanlar, yəni mən inandırım sizə hələ də yetməyiblər buradadılar. Bir ikisi də buradadılar və dünən Asabkev ziyarətgahı Dini Mədədi Abidə kompleksini ziyarət etdilər. Ondan sonra Naxçıvan şəhərində gəzdilər, Naxçıvan şəhərində dini abidələrimizi ziyarət etdilər və hələ də buradan getmək. Onların bir sözü oldu, mənim xoşuma gələn bir sözlərimiz bu ki, dedim, məhz İslam sivilizasiyası buradan keçib. Bəli, elədir, Zəngəzur yolu bu torpaqlar İslam mədəniyyətinin yaydığı bir torpaqlardır. Çünki bu torpaqlarda bir körpü var, mənəviyyat bir körpü. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, mən sizi qəbilələr və tayfalar üzərində yaratdım ki, bir-birlərinizin əlaqə qurasınız. Bir-birlərinizin xasiyyətini öyrənəsiniz. Bir-birlərinizin adət-ənənələrini biləsiniz. Bəli, bunlar bura gəlməyinə və biz həqiqəti bir daha konferansda gördük ki, Muxtar Respublikamız həmin Allah Teala'nın dediyi ayə burada məhz nazil olun ki, burada insanlar bir-birlərinə yaxınlaşırlar, mənəviyyat cəhətdən, xalqlar tərəfindən. Haydi heç bir şey yox idi, 3 ölkənin burada bir tədbiri oldu. Bugün sabah inşallah ki, Zəngəzur yolu açılandan sonra bütün millətlər buradan keçəcək, bütün xalqlar buradan keçəcək və eyni ilə də burada hamı birləşəcək. Doğrudan da, maraqlıdır. Doğrudan da mən xüsusilə qeyd etmək istəyirəm ki, tədbir çox geniş təşkil olunmuşdur. Bəli. Və bu miqyasının genişliyi, ümumiyyətlə bizə yaxın olan ərazilərdən, Gürcüstandan gələnlərin, hətta onlar da həm yerlilərimiz idi təbii ki. Həm yerlilərimiz idi, əlbəttə. Təriqət fərqini hiss eləmədik burada. Məsələ fərqi olmadı. Məsələ fərqi olmadı, belə qeyd edək. Və bu birlik mesajı bu kimi tədbirlərin davamlı olacağının da bir göstəricisidir. Çünki orada ən çox qeyd olunan məsələlərdən biri
Azərbaycanın əzəli torpaqları işğaldan azad olunandan sonra mütəmadi həmin səfərlər Qarabağ torpağına da təşkil olunmuşdu. Və sonradan onların Qarabağdan Naxçıvana gəlişi, bunu bir əlaqələndirənlər də var idi. Bizə müsahibələrində də qeyd eləmişdilər bunu ki, öncəsində biz Qarabağda, daha sonra isə burada olduq və bu ikisinin birgəliyi sizin də qeyd elədiyiniz həmin o yolla daha rahat şəkildə birləşməni təmin edir. Və mən nəyi soruşmaq istəyirəm sizdən? Doğrudan da bu kimi tədbirlərə ehtiyac var idi və yenə də gələcəkdə ehtiyac olacaq. Çünki dünyanın inkişaf elədiyi bir dövrdə, insanların öz aralarında kiçik bir məqama belə səbir göstərmədiyi bir dövrdə insanların məhzəb ayrı seçkiliyi etmədən birgə ibadət eləməsi də çox mühüm əhəmiyyət kəsb edir. Bizim Şeyx Həzrətlərinin müavini deyir ki, biz xarici səfərlərimiz zamanı biz buyururuq ki, bizdə vəhdət təşkil olunur, bizdə məhzəb ayrı seçkiliyi yoxdur. Və bunu deyəndə deyir, hamı bizə heyrətlə baxır. Necə, məhzəb ayrı seçkiliyi yoxdur. Hər kəs vəhdət şəklində namaz qılır, deyirəm, bəli. Yəni budur. Azərbaycan tolerant bir ölkədir. Biz tolerantıq. Burada vəhdətin məhz elə burada təşkil olunması onun üçün idi. Yəni ki, ön plana çıxması idi və burada mənəvi dəyərlərimizin qorunması idi və biz bunu göstərdik. Əli müəllim, ümumiyyətlə qloballaşma və informasiya axını dövründə yaşayırıq və bu fonda da dini dəyərlərin düzgün aşılanması prosesi də önəmli, əhəmiyyətli mövzulardan biridir ki, elə bax, elə bu regional layihələr, bu kimi platformalar düşünürəm ki, gələcək üçün də mühüm töhfələrə sahibdir. Əlbəttə ki, konferans çox geniş keçirildi, Yaqub da orada iştirak edib, yəni siz də əhatəli məlumat verdiniz. Baxın, hansı mövzular daha çox qabardı? Bildiyim qədərilə orada yəni, geniş şəkildə mühüm mövzular var idi ki, onların müzakirəsi keçirildi. Yəni, o müzakirə olunan mövzulardan əsas hansılar idi ki, diqqət mərkəzində olmaq istərdim? Elə bu barədə. Milli mənəvi dəyərlərimizin. Çünki mənəviyyat bir millətin onurğa sütunudur. Onurğa sütunu sarsılan bir millət nə qədər maddi zənginliyə sahib olsa da, tarixin fırtınaları qarşısında həyatda qala bilməz. Bizim mənəviyyatımız min illiklərin süzgəzindən keçir, milli adət ənənələrimizlə uca dinimiz olan İslam müqəddəs prinsiplərin bir ruhda birləşməsidir. Bəli. Biz hər zaman orada biz mənəviyyat haqqında danışanda ilk əvvəl mənəviyyatımızın hamisi ümumilik Heydər Əliyev xidmətlərini yad etməliyik biz. Orada sizin özünüzün də panel çıxışınız olmuşdu, səhv eləmirəmsə. Mövzu nə idi? Mənəvi dəyərlərimizin qorunması. Eyni qorunması, mənəvi dəyərlərimizin qorunması və mövzunun çıxışı müsbət qarşılandı. Hər kəs tərəfindən, yəni mənəviyyat, sonunda bir çıxışım oldu, çıxışımın sonunda bir şey deyil, bizim mənəviyyatın ən böyük gücümüz milli ruhumuzdur. Doğrudur. Bizim ən böyüyümüz, biz həmrəy olmalıyıq, biz birlik olmalıyıq. Elə necə deyərlər, az əvvəl də dediyiniz kimi, yəni vəhdət təşkil etməliyik bu mövzuda da. Yəni bu birlik, bu inanc sistemi bizi həm də qalib etməyə bacarır. Bəli. Və biz bugün də video materiallarda qarşımıza çıxır, insanların o vahid inanc, fərqli inanc sahibləri də var idi orada, ayrı məsələ. Amma vahid bir məqsəd uğrunda o mənəvi dəyərlərin formalaşdığı tərzdə bir önə hərəkəti, irəliyə hərəkəti bizə uğur gətirdi. Biz 44 günlük vətən müharibəsində qazandığımız zəfər təkcə hərbi gücün deyil, mənəvi gücün qələbəsi idi. Bəli. Bax, orada ən böyük. Cənab Prezidentimizin işğaldan azad olunmuş torpaqlarımıza səfəri çərçivəsində Quran-ı Kərimi öpərəməkçilərimizə təqdim etməsi, bu həm xalqımıza, həm də din xadimlərimizə mənəvi bir mesaj idi. Doğrudur. Və bir də bizim ölkənin tolerantlığını sübut edən əsas məqamlardan biri Qarabağ torpağında, hətta xatırlayırsınızsa, ilk kilsənin açılışı olmuşdu, ondan sonra məscidin açılışı oldu. Yəni, bu artıq bir ölkənin nə qədər tolerant bir ölkə olduğunu göstərir. Milli dəyərlər, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələri, fərqli məzhəb sahibləri, hamısının bir amalı, bir məqsədi var. Biz hər şeyi bir yerdə cəmləşdiririk və biz tolerantlığımızı və milli dəyərlərimizi qoruyan bir xalqıq. Bizim gücümüz, ən böyük gücümüz bizim həmrəylimiyimizdir. Təşəkkür edirik Əli müəllim. Son olaraq fikirlərinizi ümumi alaq, söhbətimizi yekunlaşdıraq varsa buyurun. Uca Allahdan diləyim budur ki, xalqımızı, millətimizi, Cənab Prezidentimizi qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Bəli. Bizim mənəviyyatımız pak, gələcəyimiz isə parlaq olsun. Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın və bizə bu bayraq altında mənəvi ucalıq nəsib olsun inşallah.
Amin deyirik biz də. Və bilirəm ki, əminəm ki, hətta televiziya qarşısında əyləşən insanlar da bu duaya bir amin deyirlər. Çünki bizi biz eləyən həm maddi dəyərlərimizdir, həm də mənəvi gücümüzdür ki, biz öz mənəvi dəyərlərimizi həmişə sadiq, öz mənəvi dəyərlərimizi həmişə qoruyan, öz mənəvi dəyərlərimizi hər şeydən yuxarıda saxlayan bir xalq olmuşuq. Hər zaman da beynəlxalq səviyyədə təbliğatını aparmalıyıq. Aparmışıq. Belə. Təşəkkürümüzü bildiririk sizə. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırdınız, gəldiniz. Bu konferansın mahiyyətindən bəhs elədiniz və bu mahiyyət elə bir mahiyyətdir ki, doğrudan da sizin də fikirlərinizdə qeyd elədiyiniz kimi mənəvi yüksəliş, mənəvi yüksəlişi gətirdi. Zəngəzur yolu tarixin izi ilə konferansından bəhs elədiyi dəyərli tamaşaçılarımız, bir daha qeyd eləmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası qazısı Əli Orucov bizim qonağımız idi və suallarımızı təfərrüatlı cavablandırdı. Bir daha gəldiyiniz üçün sizə təşəkkürümüzü bildirirəm. Çox sağ olun, təşəkkür edirik. Və biz Yaqub proqramımıza deməli növbəti sujetimizlə davam edirik. Elə ilkin dəqiqələrdə sən vurğulamışdın Duyğu İbrahiminin səhv etmirəmsə trufel göbəyi. Trufel bitkisi ilə bağlı hazırladığı materialdır. Bu da Naxçıvan torpağının əvəzsiz nemətlərindən biridir. Dünyada çox yerdə var, amma Naxçıvan torpağında ilin bu vədəsində isə daha çox rast gəlinir. Hal-hazırda bazarlarda da var. Biraz bundan qabaq Dilarənin sujetində də görmüş olmuşdunuz. Gəlin sujeti izləyək, birazdan burada olacaq. Torpağın dərin qatlarında yetişən, qara qızıl kimi tanınan trüfel dünya qastronomiyasında xüsusi yer tutur. Onun formalaşması üçün nəmli və münbit torpaq vacibdir. Yaz yağışlarından sonra əsasən dağlıq ərazilərdə yerin 20-50 sm dərinliyində inkişaf edir. Qeyd edək ki, göbələk növləri arasında trufel xüsusi yer tutur. El arasında dombalan göbələyi kimi tanınan bu göbələk çox nadir, dadlı və faydalı bir nemətdir. Bu göbələyi tapmaq asan deyil. Yığıcılar torpaq səthindəki dəyişikliklərə əsasən onun yerini müəyyən edirlər. Bu gördüyünüz göbələk növü nadir hallarda tapılan göbələk növlərindən biridir. Yəni, adi göbələkləri nəzər yetirsək, onları istənilən dairələrdən asanlıqla tapmaq olar. Amma bu göbələk növlərini tapmaq daha çətindir. Çünki bunu çox diqqətli olmalısan, gözdən, yerdən ayırmamalısan, daha geniş vaxt sərf eləməlisən, o müddət ərzində bunu tapmalısan. Naxçıvanın istənilən bölgəsində bunu tapmaq qeyri-mümkündür. Yalnız bunun yerini bilən adamlar və bunun xüsusi otu var və bu ota biz diqqət yetirib bu göbələyi tapmalıyıq. Trüfel özünə məxsus aroması ilə seçilir və az miqdarda belə yeməklərə xüsusi dad qatır. Buna görə elit mətbəxdə geniş istifadə olunur. Naxçıvan Muxtar Respublikasının təbiəti, eləcə də coğrafi şəraiti Muxtar Respublikada bitki örtüyü ilə bərabər göbələşlərin də yayılmasına şərait yaratmışdır. Belə ki, Muxtar Respublikada 120-dən artıq müxtəlif taksonomik qruplara aid göbələşlər yayılmışdır. Bunlar içərisində geniş yayılanlardan biri də Ascomycota, yəni kisəli göbələşlər şöbəsinə daxil olan dombalan göbələyidir. Aparılan tədqiqatlar zamanı 2013-cü ildə nəşr olunan Azərbaycan Respublikasının Qırmızı kitabına salınmışdır. Qırmızı kitaba salınmasının əsas məqsədi bu göbələşlərin deməli iqlim dəyişiklikləri, temperatur artımı, yağışların azalması, həmçinin konversiya məqsədi ilə bunların həddindən artıq toplanılmasıdır. Qeyd etmək lazımdır ki, göbələş əhali arasında 7 ildən bir toplanılığı qeyd olunur. Lakin apardığımız tədqiqatlar zamanı 2008-2009-cu illərdə, 2018-2019-cu illərdə, eləcə də 2023-2024-cü illərdə bu göbələyə dombalana kütləvi şəkildə rast gəlinmişdir. Tərkibində sink, amin turşuları və zülallar olan bu göbələk həm də qida baxımından dəyərlidir. Onun tərkibində olan zülallar, mikroelementlər, vitaminlər orqanizm üçün xeyirli təsir göstərir və onun immun sistemini gücləndirir. Həmçinin bioloji aktiv maddələrin olması onların stressdən qorunma faktorlarından biridir. Bu dombalan göbələyinin xüsusi öz yeri var. Bunun faydaları daha çoxdur. O birisi düzdür, göbələlərin çoxdur çeşidləri, amma bu dombalan göbələyi tam başqa bir şeydir. Bunun bazarda qiyməti də, bunun cəmaət üçün, bunu dərman kimi də istifadə edirlər. Bu ildə ki, indi düzdür, yığırıq yenə də, amma bir o qədər də çətindir. Bu yemək çox asan deyil. Bütün bu özəlliklərinə görə trüfel göbələyi yüksək bazar qiymətinə malikdir. Dünyada, xüsusilə Avropada bu növ göbələklər olduqca baha qiymətə satılır. Bunun
Bazar qiyməti Naxçıvan bazarında və digər bazarlarda daha 50-60 manat qiymətində dəyişir. Amma dünya bazarına çıxarsaq bunun qiyməti demək olar ki, daha çox qiymətlidir. 500 manat, 1000 manat arasında dəyişir. Dombalan göbələyi görürsünüz ki, bizim evdə istifadə etdiyimiz kartofa daha çox bənzəyir. Mənim tezdən saat 5-ə qədər sərf etdiyim vaxtda cəmi tatdığım göbələk budur. Dünya bazarında yüksək qiymətə satılan bu nemət Naxçıvan təbiətində geniş yayılıb. Mövsümündə bazarlarda bolluq yaranır və bu kənd sakinləri üçün əlavə gəlir mənbəyinə çevrilir. Bir daha sabahınız xeyir olsun, dəyərli tamaşaçılar. Hamınızı xoş gördük. Yenicə qoşulanlar varsa, hamınıza xoş ovqatlı bir gün arzu edirik. Çox maraqlı bir sujet təqdim etdik sizə. Hansı ki, həm faydalarından məlumatınız oldu, həm də təxminən haralarda yetişir. Demək ki, özünüz də gəlib toplaya bilərsiniz bu nadir, dəyərli bitkini. Daha aktual bir mövzu ilə davam edirik biz. Bugün günümüzün əsas tələblərindən biri də düzgün istiqamətlənməkdir. Hansı mövzuda? Əlbəttə ki, peşə təhsili mövzusunda hər kəs ali təhsil alacaq deyə bir şey yoxdur. Mən düşünürəm ki, mütləq şəkildə insanların ən az bir və yaxud da ki, bir neçə peşəyə sahib olması olduqca vacibdir. Qısa zamanda hər hansı bir peşəyə yiyələnmək isə bu artıq sizin öz perspektiv və potensialınızdan asılıdır. Mövzumuzun davamını qonaqlarımızla eləyəcəyik biz və qonaqlarımızı Fəridə təqdim edəcək. Bəli, təqdim edeyim. Belə ki, qonaqlarımız Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Cəmilə Hüseynova və Şərur Peşə Liseyinin direktor müavini Şükufə İsmayılovadır. Xanımlar, xoş gördük. Sabahınız xeyir olsun. Xoş gəldiniz studiyamıza. Bəli, Yaqubun da qeyd etdiyi kimi günümüzdə artıq peşə təhsilinə maraq artmaqdadır. Hətta 97% dövlət sifarişi göstərici vardır ki, dövlət sifarişli təhsil alırlar peşə təhsil mərkəzlərində. Ümumiyyətlə, baxın, bugün peşə təhsilinə maraqlar niyə artır? Buna səbəb olaraq nəyə göstərə bilərsiniz? Gəlin, sizdən başlayaq Cəmilə xanım. Çox sağ olun bizi dəvət etdiyiniz üçün. Peşə təhsilinə bu qədər diqqət qayğını, siz də ölkə səviyyəsində diqqət qayğını Muxtar Respublikaya çatdırırsınız. Bilirsiniz ki, bu il peşə təhsilinə maraq son dövrlərdə daha da artmaqdadır. Bunun səbəbi isə hər bir uşaq ali təhsil alacaq deyə bir səbəb yoxdur və hər bir gənc özünün və ailəsinin maddi rifah halını yaxşılaşdırması üçün bir peşəsi olmalıdır. Bunun üçün də hər bir gənc özünə bir istiqamət seçir və təhsilini peşə sahəsində davam etdirir. Və bizim peşə təhsilinə qəbul olan tələbələrin böyük üstünlüyü onlar dövlət sifarişi hesabına təhsil alırlar. Bu il biz 16 qrupdan 300 plan yerinin ödənişsiz, 20 isə ödənişli əsaslarla tələbələri təhsilə cəlb edirik və həmçinin bizim tələbələrimiz həm ödənişsiz oxuduğu yanaşı 70 manatda təqaüd alacaqdılar. Yarım əlaçı olduğu təqdirdə 90 manat, tam əlaçı olduğu təqdirdə isə 110 manat təqaüd və bu tələbələrdə böyük maraqdır. Çünki həm özlərinə, həm ailə büdcələrinə dəstəkdir, həmçinin də peşə öyrənirlər. Çünki gələcəkdə özlərinin həyatını qurmaq üçün onlara bir peşə lazımdır və peşə təhsilində də uşaqlar təhsilini 3 istiqamətdə alırlar. Yəni ilkin, texniki və yüksək peşə olaraq təhsilini davam elətdirə bilirlər. Yəni, burada bilirəm, yaş kriteriyası yoxdur, amma istənilən halda neçə yaşdan sonra qəbul edir və ən yaşlı müdaviminizin neçə yaşı var hazırda? Biz belə deyim də 9 illik bazadan və 11 illik bazadan tələbə qəbulu həyata keçirilir və tələbələrimiz yüksək peşə, dediyim kimi texniki və ilkin peşə olur və burada 16 yaşı tamam olan hər bir gənc və yaş həddi məhdudiyyəti yoxdur. Hal-hazırda bizim tələbələrimiz içində ən yaşı böyük bu ilki tələbəmiz 40 yaşındadır. Amma bundan əvvəlki illərdə daha yaşı biraz böyük tələbələrimiz vardı. İndi daha çox məktəblər, ümumi təhsili və tam orta təhsili bitirən gənclər təhsilə cəlb olunur və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin bir özəlliyi var ki, onlar subakalavr yetişdiririk biz və həmin tələbələr təhsilini daha sonra ali təhsildə davam elətdirə bilərlər. Yəni, bu uşaqların kollec səviyyəsində belə bəli, kollec səviyyəsindədir və bu ildə həm 9 illik bazadan, həm 11 illik bazadan subakalavr qəbulu həyata keçirilir.
göstərəcək. 9 illik bazadan 2 qrup, 11 illik bazadan isə 3 qrupun tələbə qəbulu və onların hər biri ödənişsiz əsaslarla təhsil alacaqdır və yenə də deyirəm, təqaüddən təmin olunacaq və az təminatlı, belə deyim də, hər iki valideynini itirən uşaqlar isə dövlətin qayğısı daha çoxdur. Onlar isə 210 manat təqaüddən təmin olunacaqdır. Yararlana biləcəklər. Mən nəyə görə yaş məsələsinə gətirmək istədim Fəridə söhbəti? Çünki ötən tədris ilində biz Ordubadda bir xanımın çəkilişini eləmişdik. Hansı ki 80 yaşından çox yaşı var idi və xalçası peşəsi üzrə qəbul olmuşdu. Nə gözəl, demək ki, insanlar öyrənmək üçün hər zaman can ata bilirlər. Adam nə qədər bilikli olsa da, ilk işləri onlar görsələr də, sonraki müddətdə öz təcrübələrini təkmilləşdirmək ehtiyacı da duya bilirlər və bunun üçün də peşə təhsili həm də əldə sənət baxımından çox yaxşıdır. Şüfə xanım, bugün şərur insanlarını mən daha zəhmətkeş adlandırardım. Çünki onları hal-hazırda belə yaz tarla işlərini görərkən görə bilərsiniz, fərqli sahələrdə, fərqli peşələrdə görə bilərsiniz. Şərurda tələbat necədir? Ümumiyyətlə, maraq necədir? İlk öncə mən də hər kəsi salamlayıram. Verilişinizə dəvət etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Bəli, Naxçıvanın, ümumiyyətlə Azərbaycanın hər yerində təhsilə maraq yüksək səviyyədədir. Naxçıvanda da eyni ilə. İstər Naxçıvanın özündə, istər Şərurda, istər Ordubadda və bizim Şərurumuzda da peşə yönümlü sahəyə maraq artmaqdadır. Maraq var idi və getdikcə də artmaqdadır. Bunun da əsas məqsədi ali təhsil, hər kəs ali təhsil ala bilmir. Yəni, əsas məsələ maddiyyatdır. Maddi yönümlü sahədən təhsil ala bilmirlər, istərsə də yaş məhdudiyyətinə görə təhsil ala bilmirlər. Ona görə də peşə yönümlü sahəni seçmiş olurlar. Burada da üstünlük verilir ki, biçkiçilik olsun, deyək ki, müəyyən aqrar sahələr olsun ki, bunlara üstünlük verilir. Bəli, Şərurda da təsərrüfat sahəsi geniş inkişaf etdiyi üçün biz də bunları nəzərə alaraq bu 2026-27 tədris ilində bununla bağlı olan yeni ixtisaslar açırıq. Və tələbat da vardır. Biz də limit qoymuşuq ki, filan qədər. İnşallah ki, o limiti artıra davam edib gedəcəyik. Bugün Yaqub, bilmirəm, mənlə razılaşarsan ya yox, bəzən abituriyentlər, eyni zamanda valideynlər də hətta düşünürlər ki, xanımlar, ali təhsil almaq mütləqdir. Ola bilər, yəni ali təhsil almağın yaxşı tərəfləri var, müsbət tərəfləri var. Eyni zamanda sizin hər üçünüzdə qeyd etdiyiniz kimi hamı ali təhsil ala bilmir. Bəzən də buna real səbəb olaraq düşünürlər ki, peşə təhsilindən sonra iş tapmaq şansım, yəni bir qədər də uğurlu alınmayacaq. Amma artıq günümüzdə, yəni hər ildə bu artır. Günümüzdə ali təhsil alanlardan bəzən də qat-qat artıqdır peşə təhsili alıb hazırda işləyənlər. Qazançları da artıq olur. Xaricdən əlaqələnmək üçün peşə təhsili üstündür. Yəni ki, siz demişkən, ali təhsilə üstünlük veririk. Bizdə də çox üstündür, xaricdə də. Amma xaricə açılmaq üçün orada ali təhsilə üstünlük vermirlər. Peşə, ixtisas, bacarıq, onlara üstünlük verilir. Bizim özümüz Şərir Peşə Liseyində də elə tələbələrimiz vardır ki, Almaniyaya meyil göstərirlər. Orada da ali təhsil diplomu yox, xüsusi olaraq peşə təhsili. Peşə təhsili də önəmlidir. Burada əslində bir başqa məsələ var. İstəyirəm siz cavab verəsiniz. Bəzi sahələr var ki, daha çox yönəlirlər o istiqamətə. Məsələn, mexanik var, bilirəm sizdə də mövcuddur, traktorçu, hətta yəni çox peşələr var. Hər ildə əlavə peşələr olur. Yəni hal-hazırda ən çox maraq hansı peşəyədir? Bu günləri bilirsiniz də peşənin maraq sahələri əsasən maddi gəlirdən bağlıdır. Bizim qəbul olan tələbələrimiz də aşbazdır, qənnatdır, avtomobil təmirçiliyincəridir, traktordur dediyiniz kimi. Həmçinin bərbər vizajdır, bərbərdir. Yəni bu günləri o sahəni qazanan, uğur qazanan tələbə ən azı evinə müəyyən miqdarda, məbləğdə günlük pul apara biləcək ailəsini saxlamaq üçün. Və bizim tələbələrimizi biz bilirsiniz də il sonudur. Onlar praktikalarda olurlar və müəyyən dövlət və özəl müəssisələrində onlar praktika keçdiyi zaman müəssisələrdən bizə çox müsbət dönüş var ki, onlar işini, praktikasını, yəni nəzəriyyəni praktikaya çevirə biliblər. Və hətta onlardan təkliflər bizə gəlmişdi. Biz sahibkarlardan görüşən zaman onları bizim hamiliyimizə verin, biz öyrədək və onları gələcəkdə işlə təmin edək. Özləri bir sığortalamış olurlar. Çünki özləri kadrlarını bir növə hazırlayırlar, hər bir sahədə istər dövlət, istər özəl müəssisələrdə və onlara işdən təmin olmaq üçün şərait yaradırlar və yenə dediyim kimi hər bir sahədə uğurlu qazanan bir gənc o sahədən maddi qazanc əldə edə bilər. Yəni o peşəni yaxşı bilirsə, onu qəşəng uğurlu qazanıbsa, yəni oradan ailəsini saxlaya biləcək maddi vəziyyəti olacaqdır. Doğrudur. Bir də Fəridə mən əlavə eləmək istəyirəm. Tez-tez
Naxçıvanda keçilir, əmək yarmarkaları və əlində sənədi varsa, əmək yarmarkasında özünə iş tapması daha asan olur, daha rahat olur deyə düşünürəm. Belə, var mı sualın? Bəli, elə biz yaxşı vurğuladıq. Bugün peşə təhsilinə maraq artır ki, Şüküfə xanım, mən sualı sizə vermək istərdim. Daha çox valideynlər yönəldir qız övladlarını peşə təhsilinə, amma bu belə deyil. Təbii ki, oğlanlar da eyni zamanda bu təhsildən faydalana bilərlər. Bəs müqayisə eləsək, bugün daha çox oğlanlar mı, yoxsa xanımlar mı peşə təhsilə üstünlük verir? Müqayisədə yanaşı gedirlər, amma üstünlük təbii ki, oğlanlara verilir. Çünki ixtisas olaraq oğlan tələbələrə olan ixtisaslar daha çoxdur. Daha üstünlük verilir və qızlar da niyə üstünlük verilir? Tez bitsin, deyək ki, müəllimə vurğuladığı kimi, bərbər, xüsusi olaraq bərbər, vizajist, aşpazdır. Onlara xüsusi üstünlük verilir, tez bitsin, əldə sənəti olsun, getsin bununla işlə təmin olunsun, maddi rifah əldə etsin. Deməli, əslində bu mövzu barəsində bir çox suallarımız var. Yəni, vaxt baxımından biz qısa əsas sualları sizə ünvanlayırıq ki, siz də cavablayasınız. Deməli, bir valideyn bizə yazıb mövzu ilə bağlı, sual ünvanlayıb. Belə istəyərdim canlı-canlı siz də həmin sualın cavabını verəsiniz. Biri yazıb ki, deməli, sizi salamlayırıq, sabahınız xeyir olsun. Mən də övladımı istəyirəm peşə təhsilinə yönləndirim. Elə mütəxəssislər də sizin studiyanızdadır. Hansı peşəni mənim üçün deməli, nümunə olaraq göstərə bilərlər deyə qeyd edib. Yəni, bir növü sizdən dəstək və ya da yardım almaq istəyir. Belə deyə bilərik, bizim Naxçıvan Muxtar Respublikasında 3 peşə təhsili vardı. Biri mərkəz olaraq Naxçıvan şəhərində yerləşir, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi. Biri Şəhərurda Peşə Liseyi, biri də digərisi Ordubadakı Peşə Liseyi. Belə demək olar, bizim üçün hər biri doğmadır. Baxmayaraq ki, hər birimiz ayrı bir müəssisənin direktor müaviniyik. Peşə bizimdir, təhsil bizimdir. Təhsili nə qədər gənc qazandırıqsa, o bizim uğurumuzdur. Və həmin ailənin yaşadığı yerə uyğun olaraq Muxtar Respublikanın hansı hissəsində yaşayırsa, o peşə təhsil müəssisəsinə yönəlsə daha uğurlu olar. Və bir də diqqətinizdə çatdıraq ki, peşə təhsilinə qəbul prosesi iyul ayı başlayacaq, avqust ayının axırına qədər davam edir və portal üzərindən, portal edu.az.ru sayt üzərindən keçirilir və 3 mərhələdə aparılır və hər bir gənc 5 seçim yeri vardır ki, yəni onlar ilk mərhələdə 5 yeri seçirlər. Əgər o seçdikləri yerdən biri onun qane etmirsə, imtina edib təkrar ikinci səfərdə qeydiyyatdan keçib, portaldan, yəni qeydiyyatdan keçərək peşə təhsil mərkəzinə təhsil ala bilərlər. Bir də mən bir digər sualı ünvanlamaq istəyirəm. Aydın məsələdir ki, bazar öyrənilir, araşdırılır, nəyə tələbat varsa ona uyğun peşələr əlavə olunur. Təbii ki, həm də müraciətlər əsasında da tez-tez müraciət olunur ki, məsələn, bu peşə olsaydı gələrdik, bu peşə olsaydı gələrdik. Ümumiyyətlə, necə edirsiniz? İl boyu müraciətləri qeydiyyata alırıq ki, bizə daha çox hansı peşəyə maraq var. Bir də biz sahibkarlarla, istər dövlət, istər də özəl müəssisələrin rəhbərləri ilə və bu sahəyə baxan karyera mütəxəssisləri ilə görüş aparılır və belə deyim də, cəmiyyətin nəbzi tutularaq biz peşədə tələbimiz nədirsə, ona uyğun qəbul prosesi həyata keçirib. Dövrdə təbii ki, hər kəs bilir ki, kommunikasiya, informasiya dövrüdür. Yəni, internet üzərindən işlər görülür, daha da görülməkdədir süni intellekt üzərindən. Yəni, indi uyğun olduqca, təhsil mərkəzlərimizdə vəsait olduqca, yəni bu sahəyə daha çox yönəlməyini hiss edirik. Nə gözəl, maraqlıdır. 2025-2026-cı il təhsil, tədris ili üçün hansı yeniliklər var idi Şərurda? Şüküfə xanım, üzr istəyir. İstəyərdim bu barədə də danışaq. Hansı yeniliklər var idi və gələcəkdə də nələr gözlənilir? Demək, 2025-26-cı tədris ilində əvvəl 2024-25-dən fərqli olaraq bizim istər müdavimlərimiz, istər tələbələrimiz, istər işçi heyətimizdə artım müşahidə olunmuşdur. Bu da ki, onu göstərir ki, peşəyə tələbat getdikcə artır və artmaqdadır. Bunun da üstünlüyü, əsas məsələsi təbii ki, yenə deyirəm, Təhsil Nazirliyimizin sayəsindədir, Peşə Agentliyinin sayəsindədir ki, bunlara daha çox maraq göstərirlər və bunun da sizlərə də təşəkkür edirik ki, təbii ki, yenə deyirəm, informasiya dövrüdür, kommunikasiya dövrüdür. Biz əlimizdən gələn internet üzərindən təbliğatlar aparırıq və bununla yanaşı televiziyalarda təbliğatlar aparırıq ki, bunun da sayəsində artımlar müşahidə olunmuşdur və müşahidə olunmaqdadır. Doğrudur. Təbliğat ən önəmli vasitədir. Çünki düzgün təbliğat həm düzgün insanları özünə cəlb eləməkdir, həm də ki, savadlı, peşəkar yeni kadrların hazırlanması deməkdir. Əslində, ünvanlanacaq suallar çoxdur, amma bizim zamanımız azdır. Mən bunu xüsusi qeyd etmək istəyirəm. Bugün, düzdür, hər şeydən biraz kənara çıxacaq. Mövzumuz vardı. Mövzumuz belədir ki, alışverişinizdən çox bazardan edirsiniz, yoxsa böyük marketlərdən edirsiniz. Siz necə edirsiniz bunu, o da maraqlıdır. Təbii ki, indiki dövrdə
yenə bağlayacağam internet üzərindən onlayn alış-veriş daha üstündür. Onlayn alış-veriş xüsusilə daha canlı üstündür. bazarda. Canlı bazar. Bazardan. Nə gözəl. Bunlar dəyərləndiriləsi detallarda dostlar deyim sizə. Peşə təhsilindən bəhs elədik. Bugün doğrudan da ən aktual, ən önəmli, ən əhəmiyyətli təhsil sahələrindən biridir. Çünki insanların mən düşünürəm ki, hər birinin bir peşəsi olsa daha gözəl olar. Bu həm öz dolanışığını təmin etmək baxımından, həm də ki, cəmiyyətə faydası baxımından seçilər deyə düşünürəm. İstənilən halda mütləq şəkildə ali təhsiliniz olsa belə, mütləq bir peşəyə yiyələnin, əlavə artıq olan heç nəyin ziyanı yoxdur deyə düşünürəm. Təşəkkür edirik gəldiyiniz üçün. Çox sağ olun xanımlar, minnətdarıq ətraflı məlumatlar üçün. Deməli, biz davam edirik proqramımıza. Yaqub, belə ki, növbəti sujetimiz nədir? Deməli, başda qeyd eləmişdim mən, bu anonsda da vurğulandı, amma mən də qeyd elədim. Bugün, bəli, Sacidə xanımın sujeti mən xüsusi qeyd eləmək istəyirəm ki, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası çox önəmli faktordur və bu önəmli faktor fonunda onların hüquqlarının qorunması da bir ayrı dırnaq içərisində açılmalı bir mövzudur. Yəni, bugün bu hüquqlar necə qorunur? Sacidə xanımın sujetində təfərrüatlı məlumatlar var. Gəlin bir yerdə izləyək. Cəmiyyətin ayrılmaz hissəsi olan əlilliyi olan şəxslərin hüquqlarının qorunması bugün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qanunvericiliyə əsasən onların təhsil, məşğulluq, sosial təminat və sərbəst hərəkət hüquqları təmin olunur. Əlilliyi olan şəxslərin məşğulluq məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müxtəlif müəssisə və təşkilatlarda sırf əlilliyi olan şəxslərə münasibətdə ayrılmış kvotanın əlilliyi olan şəxslərə münasibətdə təmin edilməsi vasitəsilə həyata keçirilir. Belə ki, bu məşğulluq haqqında qanunun həyata keçirdiyi və özündə təsbit etdiyi bir təminatdır. Qeyd etmək lazımdır ki, məhz bu qanunun tələblərinə riayət etmədiyi zaman müxtəlif qanunvericilik aktları ilə məsuliyyət tədbirləri həyata keçirilir. Bununla yanaşı, məşğulluğu olan şəxslərə tibbi xidmətlərin göstərilməsi də ən əhəmiyyətli məsələlərdən biridir. Belə ki, bununla bağlı qanunvericiliyimizdə nəzərdə tutulan müddəalara əsasən onlara müxtəlif tibbi xidmətlərin göstərilməsi, dərman preparatları ilə, müxtəlif ortopedik protez vasitələri ilə, diş protezləri ilə təmin olunması da məhz dövlət tərəfimizdən onlara tanınan xüsusi imkanlardan biridir. Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Dövlət tərəfindən sosial müavinətlər, pensiyalar təyin edilir, reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Həmçinin ictimai nəqliyyatda əlçatanlığın artırılması kimi tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, eyni zamanda onların təhsil şəraitinin də yaxşılaşdırılması dövlətimiz tərəfindən mütəmadi diqqətdə saxlanılır. Bununla bağlı 4 qanunvericilik aktı qəbul olunmuşdur. Bunlardan ən mühümü təhsil haqqında qanun, ümumi təhsil haqqında qanun, peşə təhsili haqqında qanunu nümunə göstərə bilərik. Qeyd etmək lazımdır ki, bununla yanaşı onlara pensiya təminatının yaxşılaşdırılması və onlara münasibətdə sosial müavinətlərin verilməsi də hər il dövlətimiz tərəfindən mütləq şəkildə baxılan məsələlərdən biridir və qeyd etmək lazımdır ki, bu sahədə ardıcıl işlər həyata keçirilir. Bundan əlavə, əlil şəxslərin hüquqlarının müdafiəsi haqqında beynəlxalq tənzimləmənin və praktikanın öyrənilməsi də dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Birləşmiş Millətlər Təşkilatının əlil şəxslərin hüquqları haqqında beynəlxalq konvensiyasının fakultativ protokoluna qoşulmaq haqqında 2006-cı ildə qanun qəbul olunmuşdur və məlum olduğu kimi beynəlxalq aktlara qoşulan dövlətlər bu qanunların tələblərinə riayət etmək və daxili qanunvericiliyi bu sahə üzrə uyğunlaşdırmaq sahəsində öhdəlik götürürlər və qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən də bu sahədə həm dövlət siyasətinin həyata keçirilməsi istər beynəlxalq standartlara, istərsə də ümumilikdə dövlətin sosial funksiyasının həyata keçirilməsi ilə birbaşa olaraq səsləşir. Bu kateqoriyadan olan şəxslərin hüquqlarının qorunması yalnız fiziki şəraitlə məhdudlaşmamalıdır. Burada psixoloji dəstək də xüsusi rol oynayır. Cəmiyyətin onlara münasibəti, qəbul etmə səviyyəsi onların özünə inamına birbaşa təsir edir. Cəmiyyətimizdə, yəni məktəblərdə, iş yerlərində inklüzivlik çox önəmlidir. Onlar üçün hər şeyin əlçatan olması onların cəmiyyətə daha tez adaptasiya olmasına köməklik yaradır və çox zaman əlilliyi olan şəxslər
müəyyən fəaliyyətlərə yönəldilərək bizlərə qaynıb qarışa, yəni bizlə eyni bərabər səviyyədə işlər görə bilər. Təhsil həyatında, iş həyatında onların da özlərinə məxsus rolları olur. Təbii ki, əsas məsələ biz insanların üzərinə düşür ki, cəmiyyətdə həmin insanlara yol açaq, yön verək, onlar üçün dəstək olaq. Qeyd edək ki, bu kateqoriyadan olan şəxslərin hüquqlarının qorunması istiqamətində görülən işlər davam edir. Bütün bu görülən işlərin məqsədi onların cəmiyyətə inteqrasiyasına yönəlir. İzləyicimiz deyir ki, mən Dədəbaba üsuluna üstünlük verirəm. Əvvəldən necə görmüşüksə, o şəkillərə davam edirik. Məncə, ən ucuz və ən keyfiyyətli məhsulu bazardan almaq daha rahatdır. Bu kimsə məni birbaşa mənim sözümü deyir. İstənilən halda nə demək istəyirəm? Bugün bizim mövzumuz həm də buydu. Sualımız belə idi ki, siz alış-verişinizi daha çox bazardan edirsiniz, yoxsa böyük supermarketlərdən? Maraqlı fikirlər var, yenə də yaza bilərsiniz, vaxtımız var hələ. Mövzularımız da var əslində. Mövzuya hələ keçməzdən əvvəl bizim çox dəyərli, belə deyək ki, yəni iş yoldaşlarımız bizə yazıb. Əlbəttə ki, onların da hər birinin rəyi bizim üçün bir motivasiyadır. Buradan Elçin müəllimi, Ramin müəllimi salamlayırıq. Sabahınız xeyir olsun. Dəyərli doğma insanlar da hər biriniz bizim üçün eləsiz. Diqqət eləyirsiniz, hər gün izləyir bizi, hər ikisi, demək olar ki, Elçin müəllimlə Ramin müəllim. İstərdim onlara buradan öz salamlarımızı da göndərim. Mən uzun fasilədən sonra ilk dəfə efirə çıxdığıma görə mən o mesajları indi görürəm elə. Ümid edirəm, xoş mesajlar alarıq. Təbii ki, bizim üçün izləyicilərin fikri daha önəmlidir. Çünki cəmiyyətin hər bir fərdinin fikirləri əsasında formalaşır. Müxtəlif rəylər, müxtəlif reytinqlər və müxtəlif fikirlər. Biz isə səhər-səhər sizin üçün ən maraqlı informasiyaları çatdırırıq, həm də bir-birindən dəyərli qonaqlarımız olur. Bəlkə də növbəti qonağımız elə siz olacaqsınız. Öz istedadı ilə parlayan, seçilən, sevilən şəxslər əlbəttə ki, bizim qonağımız olacaq. Həmişə olduğu kimi yenə də maraqlı müzakirələrimiz olacaq dostlar. Bugün üçün, bəli. Sosial şəbəkə hesablarımızda yazın gəlsin paylaşacağıq. Elə sosial şəbəkə demişkən. Mövzumuz da bilavasitə gəlir sosial şəbəkəyə çıxır dostlar. Sıradakı sujetimiz belədir. Sosial şəbəkələrdə təbliğata aparılan gizli izləmə cihazları. Sevdə araşdırıb mövzunu. Mənim də qarşıma tez-tez çıxır. Elə hər addım başı demək olar ki, reklam kimi artıq qarşımıza çıxır. Bu insanların hüquqlarının pozulmasıdır. Mikrokameralar olsun, GPS kimi, yəni kameralar olsun, cihazlar olsun. Yəni bunlar eyni zamanda istifadəsi asan olsa da, əldə edilməsi asan olsa da insanın sən demişkən hüquqları pozulur. Bilirsən, bu hüquqi məsuliyyət daşıyır bundan istifadə edən insan. Çünki şəxsi həyatın toxunulmazlığı deyilən bir şey var və ona heç kim müdaxilə eləyə bilməz. Ona görə də mütləq şəkildə sujetimizi izləyin ki, siz də növbəti qurbanlardan olmayasınız. Beləliklə, sırada Sevdanın sujetidir. Gəlin bir yerdə izləyək. Son vaxtlar sosial şəbəkələrdə gizli dinləmə cihazlarının satışı və reklamı geniş yayılıb. Kiçik ölçülü bu cihazları istənilən məkanda rahatlıqla istifadə etmək mümkündür. Bəziləri bunu sadəcə maraq və ya təhlükəsizlik məqsədi ilə istifadə olunan vasitə kimi görür. Bəs qanun buna necə yanaşır? Gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş əşyalar, yəni dinləmə və izləmə cihazları mülki dövriyyəsi məhdudlaşmış əşyalar siyasi kateqoriyasına aiddir ki, bu cür əşyaların, yəni bu cihazların, dinləmə izləmə cihazlarının mülki dövriyyəsi üçün xüsusi icazə lisenziya tələb olunur ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmət tərəfindən bu cür icazələr verilir. Bu tip cihazların satışı və istifadəsi qanunla ciddi şəkildə tənzimlənir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq, yəni lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məsuliyyət yaradır. Həmçinin lisenziyalaşdırma şərtlərinin pozulması və ya xüsusi icazə tələbi olunan cihazların qanunsuz dövriyyəsi də inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Fiziki və hüquqi şəxslərin yaxud dövlətə xeyli miqdarda zərər vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Eyni əməllər külli miqdarda gəlir əldə etməklə törədildikdə və mütəşəkkil dəstə tərəfindən törədildikdə isə
cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 3 il ədəş müddəti azadlığın məhdudlaşdırılması və ya 1 ildən 5 il ədəş müddəti azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər xüsusilə külli miqdarda törədildikdə və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə isə 3 il ədəş müddəti müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində əldə edilmiş əmlakın məbləğin 4 misli miqdarında cərimə və ya 5 ildən 7 il ədəş müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hüquqşünasların sözlərinə görə bu cür cihazların gizli şəkildə istifadə olunması isə artıq şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilə bilər. Belə hallarda isə cərimə ilə yanaşı daha ağır sanksiyalar, azadlıqdan məhrum etmə cəzası da tətbiq oluna bilər. Bəli, biz sujetimizə baxdıq, Yaqub. İzlədikcə öz-özümə də təəccüblənirdim. Necə cihazlar çıxarırlar, hətta reklam da eləyirlər, 6 gün səs yazan cihazlar. Yəni, insanların bu kimi şeylərlə diqqətini çəkmək heç də düzgün bir məsələ deyil. Bir də bunun digər tərəfi var ki, artıq həmin cihazlar çox əlçatandılar. Bəli. Yəni, biraz bundan qabaq deyildi, onlayn alış-veriş saytlarında həmin cihazları çox rahatlıqla almaq mümkündür. Və alırsınız, eybi yox. Amma ən sonda sujetdə qeyd olunduğu kimi hüquqi məsuliyyətini də dərk edərək istifadə etməyə çalışın. Ya da ki, ümumiyyətlə istifadə eləməyin. Yəni, özünüzə problem niyə axtarırsınız axı? Yəni, səhər-səhər də bu mövzu açıldı burada, danışdıq biz. Və biz davam edirik. Yenə də məlumatlarımız var. Bəli, davam eləyək. İcazələ. Sən desən, mən deyim. Mən deyim. Sən de. Yaxşı. Tamam. Yaqub, dünən deməli bizim digər həmkarımız Aysuna da bu sualı vurğuladım. Yəni ona da şamil olunurdu. Amma sən nə bürcüsən? Qoç. Qoç bürcü. Yox, sən bu siyahıda yoxsan. Nədir mövzu? Bunu deyim. Deməli, astrologiya dünyasında bəzi bürclər sədaqəti ilə seçilir. Amma bir sıra bürclər var ki, daha dəyişkən və etibarsız hesab olunurlar. Bəli, hansı bürclərdir? Yəni, sən bu siyahıda yoxsan, rahat ol, etibarlı insansan bir sözlə. Özümü rahat hiss elədim biraz. Bəli, sığortalamış oldun. Deməli, mütəxəssislərin fikrincə münasibətlərdə gözlənilməz davranışlar bəzən insanların ciddi məyusluq yaşamasına da səbəb ola bilir. Deməli, hansı bürclər risklidir? Əkizlər gəlir ilk sıralarda, ən etibarsız bürc kimi tanınır əkizlər. Hətta. Bəli, əqrəb, oxatan, deməli, yoxdur demək olar ki, hə, elə bu üçü də əsas. Əkizlər, əqrəb və oxatan bürcləri. Yəni, ətrafımda bu bürclərdən də demək olar ki, insanlar yox səviyyəsindədir. Ona görə heç narahatlıq keçirmədim. Ümumiyyətlə, məncə bu bürclərin daşıyıcıları da heç narahatlıq keçirməsinlər. Çünki hər bürcün özünün bir etibarsızlığı mütləq olur. Bir məşhur atalar sözü kimidir. Zərbəməsi meşə çaqqalsız olmur deyirlər. Və mən düşünürəm ki, hər bürcün çox yaxşı tərəfləri və pis tərəfləri də ola bilər. Yəni, bu insanla görə dəyişir xarakter məsələsidir. Tam belə deyə bilərəm. Bu arada mən bürclərə inanmıram. Onu da qeyd edeyim. Proqramımızın davamında bir məlumat da çatdırmaq istəyirəm. Bilirsiniz, Azərbaycan mini futbol yığması dünyada çox məşhurdur. Hətta dünya çempionu olublar. Və dünən nə baş verib? Mini futbol üzrə Azərbaycan yığması Montenegroda keçirilən Millətlər Liqasını da uğurla başa vurub. Milli Qazaxıstan və Montenegro seçmələrinin iştirakı ilə keçirilən yarışın qalibi olub. Komanda üzvlərindən Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev isə ən məhsuldar futbolçu seçilib. Yəni, ən çox qol vuran. Bu günlərdə çox maraqlı bir müzakirə mövzusu var idi. Azərbaycan mini futbol yığmasının üzvlərindən biri, ən məşhur futbolçulardan birinə məsləhət verirdi. Şəkil olaraq qoyulmuşdu və müzakirəyə buraxılmışdı. Yazmışdılar ki, hətta bizim mini futbol yığmasının üzvləri bugün Messiyə belə məsləhət verə bilərlər. Çünki onlar artıq dünya çempionudurlar və Millətlər Liqasında da yaxşı nəticə əldə ediblər. Bu nəticə mən düşünürəm ki, Azərbaycan mini futboluna sirayət edən uğurlar, bu arada kaş ki, əsas futbolumuza da sirayət etsəydi, daha yaxşı nailiyyətlərin biz qazanmasına şahidlik edəydik. Bu arada bu ilin çempionu Sabah komandası oldu. Sabahı təbrik edirik, uğurlar arzu edirik. Uzun illər idi, əsas üstünlüyü Qarabağdaydı və artıq 10 ildən çox ardıcıl çempionluq məncə bu il bir dəyişiklik olmalı idi və Sabah komandası buna nail oldu. Biz Sabah komandasını və Sabahı sevənlərin hamısını təbrik edirik səhər-səhər. Ümumiyyətlə, məncə danışılası mövzular çoxdur. Əslində, kifayət qədər məncə danışdıq. Amma mən istəyirəm ki, bir bazar mövzusuna bir də qayıdaq. Çünki aktualdır. Aktualdır, yaxşı. Ona qayıdaq. Bu məqamda mən istəyirəm, bu həftə bildiyimiz kimi Azərbaycanda qısa iş günü olacaq. O barədə məlumatlarımızı verim, sonra sən dediyin mövzuya qayıdaq. Belə ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq 8 may bayramından əvvəlki iş günü olduğu üçün
İş saatları 1 saat azaldılacaq. 9 may qələbə günü münasibətilə rəsmi qeyri-iş günüdür. 9 may şənbə gününə təsadüf etdiyi üçün də qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur. Beləliklə, həftəlik 5 günlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl olaraq istirahət günləridir. Yəni, növbəti həftənin ilk günü qeyri-iş günüdür. Qeyri-iş günü hesab olunur. Və qaydaq mövzuya istəyirsiniz. Mövzumuzu, əslində mən istədiyim mövzumuzdan bir də bəhs edim. Çünki qısa zamanımız var, ən sonunda 80 dərəcə bir-iki fikrimiz olsun. Siz alış-verişinizi ən çox bazardan mı edirsiniz, yoxsa böyük supermarketlərdən? Fikirlərinizi bizə yazın, səsləndirəcəyik və keçid alırıq növbəti sujetimizə. Dostlar, növbəti sujetimizin mövzusunu ən başda demişdim, qrafiti sənətidir. Bəli. Hansı ki, bugün dünyada çox məşhurdur, hətta qrafiti o qədər gözəl sənətdir ki, mən düşünürəm ki, bir şəhərin bütün küçələrini qrafiti eləsən, yenə də o gözəlliyə sahib ola bilərsən. Amma bəzən qrafitini zədələməklə səhv salırlar ki, bu yaxınlarda Bakıda şahidi olmuşdur, bəli. Yəni, bəzən qrafitini onunla səhv salır, amma qrafiti doğrudan da tarixi uzun illərə dayanan bir sənətdir. Sıradakı sujetimiz məhz qrafiti sənətindən bəhs edir, gəlin, izləyək. Xatırladaq ki, bizim hər zaman əməkdaşlıq etdiyimiz İctimai Televiziyanın bizə göndərdiyi sujetdir bu. Gəlin, izləyək, ardınca isə burada olacaq. Qrafiti küçə sənətinin ən azad, eyni zamanda ən çox mübahisə doğuran formalarından biridir. Bu sənət növü sərgi salonlarından və qapalı qaleriyalardan uzaqda, birbaşa şəhərin dinamik mühitində, binaların divarlarında həyat tapır. Qrafiti sənətinin kökləri 20-ci əsrin ortalarına, xüsusilə ABŞ-nin böyük metropollarına gedib çıxır. Başlanğıcda sadə imzalar və ləqəblərlə özünü biruzə verən bu cərəyan, zaman keçdikcə mürəkkəb kompozisiyalara və dərin vizual mesajlara çevrilərək müasir incəsənətin ayrılması hissəsinə çevrilib. Azərbaycanda da qrafitiyə maraq getdikcə artır. Qrafitini daxili məkanlarda çox da işlətmirlər. Çünki bunun boyaları başqa boyalardır. İyi, kəskin iyi var və daha göbud olur belə ağızlıqlar, ucluqlar deyə onlar daha göbud olduğuna görə daha incə alətlər kəşf olundu və incə işlər görə-görə daxili məkanlarda, evlərdə hal-hazırda sifarişlər götürürük. Bu rəsmləri çəkəndə bu spontan mı olur, planlı mı desək, qarışıq olur. Misal üçün, müəyyən beynində rənglər, çalarlar olur ki, mən belə bir konseptdə çəkəcəm. Bu, yarı plan deyək buna. Amma həmin vaxtı spontan gəlir, ilham gəlir, müəyyən figurlar çəkirsən və s. qarışıq bir şey ortaya çıxır. Təbiətdə gördüyümüz harmoniyanı divara köçürdürük, onların bir-birinə əlaqəsini, bir-birinə çalarların bir-birinə uzlaşmasını və s. Qrafiti sənəti sadəcə estetik görünüş xatirinə yaradılır, yoxsa hər rəsmin altında gizli bir mesaj var? Qrafitinin həm bəzək kimi, həm də bir ismarış kimi düşünmək olar. Çünki burada çəkilən rəsm deyir öz sözünü. Burada bəzən sən içindəki yaşadığın hissləri çəkə bilərsən və yaxud hansısa bir rəsmi üzərində işləyib özünün istədiyin kimi çəkə bilərsən. Bu sənin öz daxili dünyanın irəli gəlir. Lakin ola bilər ki, hansısa bir əsərdə kimlərəsə mesaj ötürmək mümkündür. Yəni, bu rəssamın özündən asılıdır. Hər bir rəssamın şəxsi öz profili var, şəxsi fikirləri var. Beləliklə, qrafiti sadəcə divarlara çəkilən rəngli təsvirlər deyil, şəhərin ruhunu və cəmiyyətin düşüncələrini əks etdirən canlı bir dildir. Bu sənət növü estetik görünüşlə dərin mənanı birləşdirərək küçələri hər kəs üçün açıq olan nəhəng bir sərgi salonuna çevirir.
Çox maraqlı sənətdir. Bəli, maraqlı biz də olduğu izlədik, qədər də əmək, izləyicilərimizlə zəhmət birgə. tələb Böyük zəhmət tələb edir, amma əlbəttə ki, hər gözəlliyin altında bir zəhmət mütləq olmalıdır. Bugün maraqlı bir sualımız da var idi. Sualımız əsasında da fikirlər gəldi. Hətta qonaqlarımızdan da soruşma imkanımız oldu bu sualları. Fərqli idi. Mən uzun fasilədən sonra ilk dəfə idi canlı yayımla izləyicilərimizin qarşısında. Çox maraqlı. Rahat. Heç belə rahat olmamışdım. Rahat. Təşəkkür edirik hamınıza. Çox sağ olun ki, səhər-səhər bizi izlədiniz. Həm təqdim elədiyimiz materiallar ümid edirəm ki, sizin də ürəyinizcə oldu. Əgər oradan zərrə də olsa nəsə öyrənə bilmirsinizsə, əgər oradan hansısa bir nəticəni özünüz üçün götürə bilmirsinizsə, nə xoş bizə və bizim komandaya. Eynən. Əgər sizdə xoş təəssürat buraxdıqsa, biz də buna bol-bol sevinirik, dəyərli izləyicilər. Sizlərin fikirləri bizim üçün çox önəmlidir. Əgər demək istədiyiniz və yaxud da ki, NTV Səhərdə görmək istədiyiniz hər hansısa bir mövzu varsa, elə başlıqları saydıcı olaraq bizə atın, biz də işıqlandıracağıq deyirik. Bugünlük sizinlə sağollaşırıq. Bütün komanda olaraq görüşərik. Buyur. Görüşərik. Özünüzdən müğayət olun. Sabah yenə eyni saatda NTV Səfər öz işini görəcək. Hələlik.